Axşamınız xeyir olsun. Birinci bu gün istəyirəm təzə dərsi keçək, yaxşımı? Sifətlə say rahat bölünməlidir. Təzə dərsi keçək, sonra keçək sifətlə sayın testlərini. Sifətlə say rahat bir mövzudur. Yəni inanıram ki, orada böyük səhvlərimiz yoxdur. Amma gəl ümumi bir dənə də bir iki dənə sual, hərəyə bir iki dənə sual. Mən Tamam. təkrarı belə eləməkdənsə testin üzərindəki təkrarı daha çox sevirəm. Amma yenə də. Rəhim Əliyev. Rəhim sizdən gedək. Rəhim, morfoloji üsul deyəndə, məsələn, sifətin azaltma dərəcəsini hansı şəkilçilərlə düzəlir? Sifətin azaltma dərəcəsini düzəldən şəkilçilər hansılardır? Deyə bilərsinizmi? Mən sifətin azaltma dərəcəsini düzəldən şəkilçilər. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Azaltma dərəcəsində sov, ımtıl, rak, Hı. ımtırak, Düzdür. Sovşun, e, rəğbət. bəli, bunlar idi. Düzdür, bəli. Qardaşxan. Qardaşxan sifətin azaltma dərəcəsini leksik sola necə düzəlir? Necə müəllim? Sifətin azaltma dərəcələri e, Hı-hı. hansı sintaktik üsulla düzəlir? Belə deyək, söz artırmanla, şəkil çağırmanla. Hansı sözlərə? Məsələn, Bax, sözlərlə. sözlərlə. Sintaktik üsul nədir? Sözlərlə. Düzdür, Bəli, bəli, bəli. morfolojide şəkilçilərlə. Morfoloji. İndi azaltma dərəcəsi hansı sözlərlə düzələ bilir? Təhərlə düzəlir, Hə, kəmlə düzəlir, düzdürmü? sorğunla Təhər düzəlir, və kəm də sözə necə yazılacaq? Bitişik yazılacaq. bitişik yazır. Sarı təhər, boz təhər, göy təhər, kəm şirin. Yaxşı. Ayşən, kəmsavad sifətin hansı dərəcəsidir? Heç bir dərəcəsi. Bəli, yəni adi dərəcədir. Düzdür, Bəli, Ayşə. adi. Kəm gərək sifətə qoşulsun ki, dərəcə yaratsın. Bəli, Kəmsavaddakı savad nədir? İsimdir. Düzdür, isim. bəli. Düzdür. Sarvan. Sarvan, sayın düzəlməsinə digər nitq hissələri fəal iştirak edir, yoxsa etmir? Sayın düzəlməsində digər nitq hissələri, Hı? bəli, Sayıların düzəlməsinə digər nitq hissələri fəal iştirak edirmi? Xeyr, etmir. Bax, say yalnız demək olar ki, neyinir? Sayın özündən say düzəldir. Digər nitq hissələrindən say düzəltmək olmur. mən Say elə... Hı. mən sualı səhv saldım. Hə, Ona görə biraz çaşdım. hə, Mən tamam. çaşıb elə bir digər nitq hissələri düzəltməyindən eləmişəm. Məsələn, birincilər, belə bir şey. Hə, başa düşdüm. Demək, sayların düzəlməsinə digər nitq hissələri fəal iştirak etmir. Say demək olar ki, yalnız neyinir? Sayın özündən say düzəldə bilən köməkçi, nitq hissəsidir. Ləmanla Bəli. davam edirik. Ləman bir çox bir sıra sayından sonra gələn isimlər təkdə olur, yoxsa cəmdə? Hmm, Təkdə. Bir çox bir sıra sayından sonra gələn isim təkdə olur, yoxsa cəmdə? Cəmdə. Cəmdə olur Ləman. Bir çox bir sıra saylarından sonra gələn isimlər cəmdə olur. Baxın. Bir çox məsələlər, bir sıra insanlar cəmdə olur. Günel. Günel az xeyli saylarından sonra gələn isimlər necə olur? Günel. Az xeyli saylarından sonra gələn isim Müəllim üzr səslər. istəyirəm. Hə, Səsini tamam. də açıb. İndi Yəni, eşidirəm, buyurun. hə. Günel. Az xeyli saylarından sonra gələn isimlər təkdə olur, yoxsa cəmdə? Təkdə. Ay, sağ Amma ol. cəm də ola bilər Yox, bəzi təkdə. Azla məqamlarda. xeyli təkdə olur Günel. Təkdə. Azı yox da xeyli bəzi hissələrdə axı müəllim elə Yo, bir yo, yo. cəmləmək mümkün olur axı. Yanlışdır. Az xeyli həmişə təkdə olur. Yo, yo. Cəmdə olan o deyil. Xeyr, yanlışdır elə bir şey. Xeyli sadəcə biraz çaşdırdı. O da təkdə olur. Nigar Tamam. Cəfərova. Nigar, onlarla, yüzlərlə, minlərlə sayların olsun. Hə? Yəni həm axşamınız xeyir, həm tək, həm cəm olur da onlar. Ay, İşlənə sağ ol. Onlarla, yüzlərlə, bəli, minlərlə saylarından sonra gələn isimlər həm təkdə olur, həm də cəmdə olur. Ay, sağ ol. Düzdür. Yüzlərlə insan da deyə bilərik.
Yüzlərlə insanlar da deyə bilərik. Hər ikisi düzgündür. Düzdür, bəli. Şəbnəmlə davam edirik. Şəbnəm sıra sayı quruluşuna görə neçə yerə bölünür? Sıra sayıları Aha. cür olur müəllimə düzəltmə, bir də mürəkkəb. Ay sağ ol, sadə ola bilmir. Düzdür, Eyni. bəli. Düzəltmə olur, bir də mürəkkəb olur. Düz, bəli. Xanım Zamanova. Xanım səs aça bilirik. Xanım səs aça bilir. Rüfani, hə, xanım aç. Bəli, mən də eşidirəm. Axşamınız xeyir. Axşamınız xeyir. Rüfani, demək, məktəbli, Xanım şəhərli, deyiləm kəndli mən. sözlərin itki səsi kiminlədir? Hə, xanım. Məktəbli, şəhərli, kəndli sözlərin itki səsi kiminlədir? Məktəbli, şəhərli, kəndli kim? Ay, İsim. Bəli, düzdür. Məktəbli, şəhərli, kəndli sözlərin Kəndli. itki səsi kimi isimdir. Düzdür, bəli. Bəli. Spanla davam edirik. Span, qızdırıcı sözün itki səsi kimi nədir? Qızdırıcı sifət. Ay, sağ ol. Qızdırıcı sözü düzəltmə sifətdir. Qızdırmaqdan qızdırıcı. Bəli. Düzdür, bəli, düzdür. Düzdür. Davam edirik. Qalib səs aça bilirsinizmi? Hə. Şəfa ilə davam eləyək. Şəfa Əhmədzadə. Şəfa, hansı isimlər mənsubiyyətə görə dəyişərkən ikinci hecasındakı saiti düşürür? Mənbə, mənafə, tali, mənfi, su, nə? Onlar idi. Hansılar idi? Mənbə, mənafə, tali, Yox, onlar mənş. bitişdirici kimi yığını qəbul edirlər. Yox. Elə yox. Bax, hansı isimlər mənsubiyyətə görə dəyişərkən ikinci hecasındakı sait düşür? Hansılar idi onlar? Bədən üzvləri piolus, könül, qayın, ağıl, oğul. Bax, burun, ağız, beyin, sonra qoyun, düzdürmü? Könül, qayın, ağıl, oğul. Bu sözlərə yalnızca saitlə başlayan mənsubiyyət şəkilçisi atılanda nə olurdu? Sözün ikinci hecasındakı sait düşürdü. Bədən üzvləri piolus, könül, qayın, ağıl, oğul. Könülün qayını ağıllı oğuldur. Belə. Yetərlidir bu qədər. Gəlin təzə dərsimizi keçək sənə. Bir saniyə. Bugün əvəzliyi keçəcəyik. Diqqətlə qulaq asaq, sonra çünki bilirsiniz ki, testlərini işləyəcəyik də. Əvəzlik də maraqlı mövzularımızdan biridir. Ən əsas məsələ də bilirsiniz, orada nədir? Vergül məsələsidir. Getdik. Əvəzlik necə bir nitq hissəsidir? Əvəzlik əvəz sözündən yaranır. Düzdürmü? Əvəzliyi bilirsiniz, mən necə bir şeyə bənzədirəm. O belə də tutmasın. O insan var ya, özünə məxsus heç nəyi yoxdur. Yəni özünə məxsus xarakteri olmayan insanlar var. Elə bilin ki, əvəzlik də ondandır. Əvəzlik özünə məxsus sualı yoxdur. Özünə məxsus şəkilçisi yoxdur. Əvəzlik hansı nitq hissəsini əvəz edirsən, onun da xüsusiyyətlərini nə edir? Daşıyır. Həmin nitq hissəsini əvəz edir. Əvəzlik əvəz etdiyi nitq hissəsinin bütün xüsusiyyətlərini daşıya bilmir, amma daşıya bilir. Yəni nisbətən daşıyır, belə deyim. Əvəzlik bütün zümrə üzvləri vəzifəsindən nə edir? Çıxış edə bilir. Əvəzliyin mənaza növləri var. Gəlin ona baxaq. Şəxs əvəzliyi, işarə, qeyri-müəyyən, sual, bir də təyin. Şəxs əvəzlikləri ismi əvəz edir, şəxs anlayışı bildirir. Bir də qrammatikada şəxs deyəndə bunu yalnız canlı kimi nəzərdə tutmayın. Şəxs sözü qrammatik məna daşıyır. Yəni həmişə insanla nə bağlı olmaya da bilər. Yaxşı, şəxs əvəzliklərimiz hansılardır? Mən, sən, o, biz, siz, onlar. Bunu məncə hamımız bilirik. Burada məsələ nədir? Şəxs əvəzlikləri yalnızca ism əvəzləyir. Kim sualına, kim nə sualına cavab verir. Üçüncü şəxsin təki və cəmi həm insana, həm canlıya, həm də cansıza aid ola bilər. Bir də üçüncü şəxsin təki və cəmi haqqında danışılan şəxsi və ya əşyanı bildirir. Məsələn, bax, elə bir üçüncü şəxsə nə edirsən? Sən kimisə haqqında danışırsan. O yaxşı insandır. Sən nədin? Kimisə haqqında danışdın. Onlar evə gəldilər.
Sən neynədin? Kimisə haqqında danışdın da, düzdürmü? O və onlar əvəzliyi neyniyir? Kimisə haqqında danışılanı bildirir. Həm insana, həm də digər canlı və cansızlara aid ola bilir. Şəxs əvəzlişləri əşya yerində işlənir. Kim nə sualına cavab verir, hallana bilir. Məsələn, istənilən şəxs əvəzliyini götürüb hallandıra bilərsiniz. Mən, mənim, mənə, məni, məndə, məndən. Sən, sənin, sənə, səni, səndə. Səndə, səndə. Bir dənə burada nəyi deyim? Bilirsiniz. Yəli yanlış şəkilçisi nədir? In, in, un, ün. Amma mən və biz əvəzliyi neyniyir? Yəli yalda in yerinə im şəkilçisini qəbul edir. Yəni, normalda yəliyin şəkilçisi nədir? In, in, un, ün. Amma mən və biz neyniyir? In yerinə imi qəbul edir. Yəni, belə olur. Məsələn, mənim və bizim. Bax, testə düşür ki, hansı şəxs əvəzliyi yəli yalda in yerinə imi qəbul eləyir? Mən və biz əvəzliyi. Yəni, birinci şəxsin təki, bir də birinci şəxsin cəmi. Belə. Sonra şəxs əvəzliyi əsla mənsubiyyətə görə dəyişə bilmir. Heç vaxt. Dəyişə bilməməyin səbəbi, o da bilsiz nədən irəli gəlir. Bir isimdən bilirsiniz. Şəxs əvəzlikləri birləşmənin birinci tərəfində gəlir. Birinci tərəf həmişə nə bildirir? Yan anlayışını bildirir. İkinci tərəf nə bildirir? Mənsubiyyət anlayışını bildirir. Məsələn, deyirsən ki, mənim evim. Mən yeyəm, ev mənə mənsubdur. Mənimdəki im nədir? Yəlik. Evimdəki im nədir? Mənsubiyyət. Şəxs əvəzliyi mənsubiyyəti niyə dəyişmir? Çünki həmişə harda gəlir? Birləşmənin birinci tərəfində. Birinci tərəf həmişə nə bildirir? Yan anlayışını bildirir də ona görə. Mənsubiyyətə görə istəsələr nə edir? Dəyişə bilir. Sonra gəldik işarə vərdişlərinə. İşarə nədir? İşarə məqsədi ilə işlədilən əvəzişlərə təbii ki, işarə vərdişləri deyilir. İşarə vərdişləri hansılardır? O, bu, elə, belə, bir də həmin. O, bu, elə, belə, həmin. O əvəzliyi həm üçüncü şəxsin təkidir, həm də o əvəzliyi olur işarə əvəzliyi. Onun iki funksiyası var. Həm üçüncü şəxsin təkinin şəxsidir, həm də o əvəzliyi nədir? İşarədir. Necə ayırırsan? Təbii ki, sual verərək. O əvəzliyi ismin kim nə sualına cavab verərsə şəxs, sifətin hansı sualına cavab verərsə olacaq işarə. Məsələn, o məktub maraqlıdır. Hansı məktub? Buradakı o nə oldu? İşarə vəzliyi. Çünki sifətin sualına cavab verdi. O mənim rəfiqəmdir. Kim mənim rəfiqəmdir? O. Buradakı o isə oldu nə? Şəxs əvəzliyi. Niyə? Çünki ismi sualına cavab verir. Kim mənim rəfiqəmdir? O. O əvəzliyi ismi kimlə sualına cavab verərsə şəxs, sifətin hansı sualına cavab verərsə olacaq işarə. Sonra bu yalnızca işarə əvəzliyidir. Bu işarə əvəzliyi kimi neyniyir? Sifəti də əvəzləyə bilir, ismi də. Məsələn, bunu mənə ver. Nəyi? Bunu. Bu burada işarə əvəzliyidir, ismi əvəzlədir. Bir də var deyirsən ki, bu kitab maraqlıdır. Hansı kitab? Bu kitab. Buradakı bu işarə əvəzliyidir və sifəti neynədir? Əvəzlədir. Bir də belə bir şey deyim ki, ümumiyyətcə əvəzlik hansı nitq hissəsini əvəz edirsə, həmin nitq hissəsinə çevrilmir. Sadəcə onu belə deyim də əvəz edir. Sonra elə belə əvəzliyi, bunlara mən cütbacılar deyirəm. Çünki elə bilin ki, ikisinin də xüsusiyyəti budur. Elə belə əvəzliyi. Bir sifəti də əvəzləyə bilir, zərfi də əvəzləyə bilir. Məsələn, deyirsən ki, elə insan, necə insan? Elə danışır, necə danışır? İsmə aid olanda sifət əvəzləyir, feylə aid olanda isə zərf əvəzləyir. Məsələn, elə danışır. Feylə aid olduğu üçün burada neynədir? Zərf əvəzlədir. Elə insan burada ism əvəzlədiyi üçün, ismə aid olduğu üçün sifət əvəzlədir. Amma elə belə əvəzliyi, sifəti də, zərfi də əvəzləsə də, yenə də əvəzlik sayılır. Bir də buradan hansı bir məsələni də qeyd edeyim. Elə belə əvəzliyi ismi də əvəzləyə bilir. Mənsubiyyətə görə dəyişib ismi əvəzləyir. Məsələn, elələri var ki, kim elələri? Beləsi var ki, kim belələri?
Bax, elə belə əvəzliyi neynədir? Mənsubiyyətə görə dəyişib ism əvəzlədir. Amma nitq hissəsi kimi yenə də neynir? Əvəzli olaraq təbii ki qalacaq. İndi buradan başqa bir məsələni qeyd eləmək istəyirəm. Elə belə əvəzliyi nitq hissəsi kimi ya əvəzliyi olur, ya ədat olur. Elə belə əvəzliyi nitq hissəsi kimi ya əvəzliyi olur, ya da ədat olur. Suala cavab verirsə əvəzliyi olur, suala cavab vermirsə ədat olur. Məsələn, elə mən deyən işdir. Bax, buradakı elə nədir? Ədat. Neynədir? Çünki suala cavab vermədi. Amma deyirsən ki, elə insanlar var ki, necə insanlar? Buradakı elə nə oldu? Oldu işarə əvəzliyi. Suala cavab verirsə işarə əvəzliyidir. Suala cavab vermirsə ədatdır. Məsələn, belə mən də bu cümləni dəyişəcəm. Bax, buradakı belə nədir? Ədat. Niyə? Çünki suala cavab vermədi. Amma deyirsən ki, məsələn, belə məsələlər var ki, necə məsələlər? Buradakı belə nədir? Əvəzlikdir. Sonra elə belə əvəzliyi mənsubiyyətə görə də dəyişə bilir. Necə dəyişir? Gəlin elə sözünü dəyişdirək. Mənim eləm deyə bilirik, xeyr. Sənin elən deyə bilirik, xeyr. Amma onun eləsi, eləmiz, eləniz, elələri deyə bilirik. Sonra mənim beləm deyə bilmirik, sənin belən deyə bilmirik. Amma beləsi, beləmiz, beləniz, belələri deyə bilirik. Bax, elə belə əvəzliyi neynədir? Üçüncü şəxsin təkinin mənsubiyyətindən dəyişməyə başladı. Mənsubiyyəti görə dəyişilənliyin ismi əvəzlənmiş sayılır. Gəldik həmin əvəzliyə. Həmin yazıq, belə deyim də, ən boş əvəzlikdir. Ən boş əvəzlikdir. Yazığın elə bir xüsusiyyəti yoxdur. Yəni insanı yormur. Bu yazıq nə hallana bilir? Nəyə mənsubiyyətə görə dəyişə bilir? Ən boş əvəzlikdir. Həminin bircə xüsusiyyəti var. O da nədir? Sifət əvəzləmək. Məsələn, həmin kitablar, hansı kitablar? Həmin məsələlər, hansı məsələlər? Bitdi. Həmin əvəzliyi sadəcə neyinir? Sifət əvəzləyir. Başqa da bir elə fövqəltəbii bir şey yoxdur. Gəldik nəyə? O, bu əvəzliklərdən sonra vergülün qoyulub qoyulmaması. O, budan sonra nə zaman vergül qoyular, nə zaman vergül qoyulmaz. O, bu əvəzliyin, ismin, kim, nə sualına cavab verərsin. Buraya yazıb mübtəda vəzifəsində sən mübtədanı unut, yadında belə saxla. O, bu əvəzliyin, kim, nə sualına cavab verərsin. Özündən sonra isim, sifət, say, zərf, fe'li sifət işlənərsə, o zaman nə olmalıdır? Vergül işarəsi qoyulmalıdır. Bir daha deyirəm, o, bu əvəzlikləri kim, nə sualına cavab verərsə, özündən sonra isim, sifət, say, zərf, fe'li sifət işlənərsə, vergül qoyulmalıdır. Məsələn, o çox çalışır. Bax, oya sual ver. Kim çox çalışır? O. O kim sualına cavab verdimi? Özündən sonra zərf gəldimi? Çox orada miqdar zərfdir. Vergül qoyulacaq. Sonra o yaxşı adamdır. Kim yaxşı adamdır? O. O kim sualına cavab verdimi? Özündən sonra sifət gəldimi? Demək ki, nə olacaq? Vergül qoyulacaq. O üçüncü partanı seçdi. Kim üçüncü partanı seçdi? O. O kim sualına cavab verdimi? Özündən sonra say gəldimi? Vergül qoyulacaq. O oxuyanı qiymətləndirir. Kim o? Kim sualına cavab verdimi? Özündən sonra fe'li sifət gəldimi? Demək ki, vergül qoyulacaq. O, bu əvəzliyi kim, nə sualına cavab verərsə, özündən sonra isim, sifət, say, zərf, fe'li sifət işlənərsə, vergül qoyulmalıdır. Davam edirik nəyə? O, bu əvəzliklərindən sonra modal söz və nida gələrsə, vergül qoyulur. O da niyə? Modal söz və nidanın öz tələbinə görə. Bax, modal söz və nida elə bir köməkçilik hissəsidir ki, harda olursa olsun həmişə vergül istəyir. Yəni, cümlənin əvvəlində gəlirsə özündən sonra,
ortada gəlirsə hər iki tərəfdən, sonda gəlirsə özündən əvvəl vergül qoyulur. Daha deyirəm, modal söz və nida elə bir köməkçilik hissəsidir ki, bunlar ömür boyu vergül istəyirlər. Vergül istəməyə, yəni bunların xüsusiyyəti budur da belə deyim. O, bu əvəzliklərindən sonra modal söz işlənərsə, modal söz və nida vergül qoyulur. Çünki modal söz və nidanın tələbidir. Məsələn, o əlbəttə getməlidir. Bax, burada o-dan sonra əlbəttə modal söz gəldimi, vergül qoyulur. Bu şübhəsiz qalib gələcək. Bax, şübhəsiz orada nədir? Modal söz. Modal söz gəldiyi üçün vergül qoyulur. Belə. Sonra gəldik nəyə? O, bu əvəzlikləri. Kim nə sualına cavab verərsə. Özündən sonra feil, əvəzlik və köməkçi gələrsə, köməkçi bildikdə istisna modal söz və nidadır. Vergül işarəsi qoyulur. Bir daha deyirəm, o, bu əvəzliklərindən sonra feil, köməkçi nitq hissələri, bir də əvəzlik gələrsə, vergül işarəsini eləməlidir? Qoyulmaz. Qoyulmaz. Məsələn, o getdi. Burada odan sonra feil gəldimi? Hə, feil gələndə vergül qoyulmaz. Bu həm də tələbədir. Buradan sonra bağlayıcı gəldimi? Köməkçilik hissəsi. Vergül qoyulmaz. Bu hamını tanıyır. Buradan sonra əvəzlik gəldimi? Vergül qoyulmaz. O nə yaxşı adamdır. Odan sonra ədat gəldimi? Vergül işarəsi qoyulmaz. Demək, bir daha deyirəm. O, bu əvəzliyindən sonra köməkçi nitq hissələri və əvəzlik gələrsə, vergül işarəsi qoyulmaz. Sonra o, bu əvəzlikləri təyin vəzifəsində olarsa, təyin sualını unutma. Təyin sualı hansıdır? Yəni demək istəyir ki, o, bu əvəzlikləri hansı sualına cavab verirsə, vergül işarəsi qoyulmaz. Bir daha deyirəm, o, bu əvəzlikləri hansı sualına cavab verərsə, vergül işarəsi neynəməz? Qoyulmaz. Məsələn, o işi mən görməliyəm. O işi hansı işi? Oradakı o hansı sualına cavab verdimi? Vergül qoyulmaz. Bu tapşırığı düz yazmamısan. Hansı tapşırığı? Bu tapşırığı. Hansı sualına cavab verdimi? Demək ki, nə olacaq? Vergül işarəsi qoyulmaz. Bir daha üstündən keçək. O, bu əvəzlikləri kim nə sualına cavab verərsə, özündən sonra isim, sifət, say, zərf, feili sifət işlənərsə, vergül qoyulmalıdır. O, buradan sonra modal söz və nida gələrsə, vergül qoyulmalıdır. Çünki modal söz və nidanın öz tələbidir. O, buradan sonra feil, köməkçi nitq hissələri və əvəzlik gələrsə, vergül qoyulmaz. İstisna modal söz və nidadır. O, bu əvəzlikləri hansı sualına cavab verərsə, vergül işarəsini eləmək olmaz, qoymaq olmaz. Belə. Gəlik qeyri-müəyyən əvəzliklərə. Qeyri-müəyyən əvəzlik nədir? Qeyri-müəyyən, şəxsi və yaxud əşyanı bildirən əvəzliklərə nə deyirlər? Qeyri-müəyyən əvəzliklər deyilir. Qeyri-müəyyən əvəzliklər nə edirlər? Qeyri-müəyyən şəxsi və yaxud əşyanı bildirən əvəzliklərə qeyri-müəyyən əvəzliklər deyilir. Qeyri-müəyyən əvəzliklərimiz hansılardır? Kimsə, kim isə, nəsə, nə isə, biri, kimi, hərə, hamı, hər kəs, heç kim, heç nə, heç biri, hər kim, hər nə, filan kəs, bəzi və hər şey. Bunlar oldu bizim nəyimiz? Qeyri-müəyyən əvəzliklərimiz. Bax, bir dənə mənalarına fikir verim. Həqiqətən də mənasında qeyri-müəyyənlik var da. Deyirsən ki, məsələn, hərə öz işi ilə məşğul olsun. Qeyri-müəyyəndə adam oturub düşünür ki, o hərənin içində varam, yoxsa yoxam. Və ya deyir ki, kimi dərs oxuyur, kimi isə pianoda çalır. Bilmirsən axı, qeyri-müəyyəndir də pianoda çalan kimdir, dərs oxuyan kimdir? Hamı otaqdaydı. Düşünürsən ki, hamının içində mən varam. Kimdir o? Otaqda olan hamı o kimdir? Belə.
Burada nə deyir? Qeyri-müəyyən əvəzləşlər ən çox əvəz eləyirlər nəyi? İsmi. Qeyri-müəyyən əvəzləşlər ən çox ismi əvəzləyirlər. Bir dənə istisna olaraq bunların içində bəzi əvəzləyir ki, bəzi sözü sifəti də əvəzləyə bilir. Məsələn, bəzi məsələlər hələ də yarımçıq qaldı. Hansı məsələlər? Bəzi məsələlər. Burada bəzi neynədir? Sifət əvəzlənmiş sayılır. Demək, qeyri-müəyyən əvəzləşlərin əksəriyyəti ismi əvəzləyir. Bir dənə bəzi əvəzliyi neynir? Sifəti də əvəzləyə bilir. Bəzi məsələlər, hansı məsələlər? Burada nəyə baxaq? Bəzi sözü ismi də əvəzləyə bilir. Nə zaman əvəzləyə bilir? Bəzi mənsubiyyətə görə dəyişəndə ismi əvəzləyəcək. Məsələn, gəlin bəzi sözünü mənsubiyyətə görə dəyişdirək. Mənim bəzim deyə bilirikmi? Xeyr. Sənin bəzin deyə bilirikmi? Xeyr. Demək, bəzi əvəzliyi neynədir? Bir və ikinci şəxsin təkinin mənsubiyyətini qəbul eləməlidir. Amma onun bəzisi, bizim bəzimiz, sizin bəziniz, onların bəziləri deyə bilirik. Demək, bəzi əvəzliyi neyniyir? Bir və ikinci şəxsin təkinin mənsubiyyətini qəbul eləmir. Yalnızca üçüncü şəxsin təkinin mənsubiyyətindən neyniyir? Mənsubiyyətə görə dəyişir. Bəzisi, bəzimiz, bəziniz, bəziləri. Belə. Sonra burada nəyə baxaq? Kim isə nə isə qeyri-müəyyən əvəzləşlərinə, bir də kim isə nə isə, biri var bitişik yazılan, bir də var ayrı yazılan. Kim isə nə isə qeyri-müəyyən əvəzləşləri ayrı yazılanda, ona şəkilçisi artıranda şəkilçi sözün birinci hissəsini artırır. Məsələn, kimin isə, kimə isə, belə olur. Sonra bir də bunu qeyd elədik, bir daha deyək. Bəzi əvəzliyi də mənsubiyyətə görə dəyişəndə isim kimi hallanır və cəmlənə bilir. Getdik təyin əvəzliklərə. Təyin əvəzlik nədir? Təyin əvəzliyi mütləq testlə tərifi ilə düşür. Tərif bizə lazımdır. Bunu əzbərləyin. Özünüz testlərdə görəcəksiniz. Ümumiyyətlə testdə hansısa əvəzlik tərifi ilə düşübsə, bilin ki, o təyin əvəzlikdir. İndi təyin əvəzliklər hansılardır? Gəlin ona baxaq bir. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərə təyin əvəzliklər deyilir. Bir daha deyim, əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərə təyini əvəzliklər deyilir. Təyini əvəzliklər hansılardır? Öz, hər, bütün, filan, eyni. Demək, təyini əvəzliklərimiz hansılar oldu? Öz, hər, bütün, filan, eyni. Təyin əvəzləşdən əksəriyyəti sifət əvəzləyir. Məsələn, bütün məsələ, hansı məsələ? Filan qapı, hansı qapı? Filan məsələ, hansı məsələ? Hər insan, hansı insan? Bir dənə burada istisna öz əvəzliyidir ki, bir də eyni. Mənsubiyyətə görə dəyişib ism əvəzləyirlər. Baxın, gəlin öz əvəzliyini mənsubiyyətə görə dəyişdirək. Mənim özüm, sənin özün, onun özü, bizim özümüz, sizin özünüz, onların özləri. Mənim özüm, sənin özün, onun özü, bizim özümüz, sizin özünüz, onların özləri. Öz əvəzliyi mənsubiyyətə görə dəyişməyinin ism əvəzləyə bilir. Amma digərləri isə sifət əvəzləyir. Bir də təyin əvəzliyinin tərifini bir daha deyirəm. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliyə deyilir. Təyin əvəzliklərdə sifət kimi neynir? Hansı sualına cavab verə bilir. Gəldik sual əvəzliklərinə. Sual əvəzlikləri nədir? Sual məqsədi ilə işlədilən əvəzliklərə deyilir. Bütün əsas nitq hissələrinin sualları sual əvəzliyidir. Bax, ismi kim, nə, hara, sifət necə, nə cür, hansı, neçə, nə qədər, say, hansı, nə etdi, nə oldu, nə edir, nə edəcək, nə olacaq və s. Bütün əsas nitq hissələrinin sualları hamısı nəsəli sual əvəzlikləri sayılır. Demək, testə düşür ki, sual əvəzlikləri bütün nitq hissələrini əvəz edir, yanlışdır. Sual əvəzlikləri bütün əsas nitq hissələrini əvəzləyir. Sual əvəzlikləri nə edir? Bütün əsas nitq hissələrini əvəzləyir.
sual əvəzləşdirib bütün nitq hissələrini əvəzləyə bilmir. Çünki bütün deyəndə köməkçini də nəzərdə tutur. Köməkçini əvəzləyə bilmir axı. Əsas nitq hissələrini əvəzləyə bilir. Məsələn, deyirsən ki, o getdi. Kim getdi? Bir də sual əvəzliyi, əvəzliyin özünü də neynir? Əvəzləyə bilir. Belə də ola bilir. Sonra o 5-ci partada əyləşib. O neçənci partada əyləşib? Neynədir? Say əvəzlədir. O dərs oxur. O nə edir? Feil əvəzlədir. Belə. Belə yəni formada da ola bilər. Gəlin feilin quruluş növlərini keçək. Bu da balaca dərsdir, qalmasın bizdə. Feil nədir? Ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsinə nə deyilir? Feil deyilir. Bir daha deyirəm. Ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsinə feil deyilir. Feilin sualları. Nə etdi, nə oldu, nə edir, nə edəcək, nə olacaq və s. Feil quruluşuna görə 3 yerə bölünür. Sadə feillər, düzəltmə feillər, bir də mürəkkəb. Feil quruluşuna görə neçə yerə bölündü? 3 sadə, düzəltmə, mürəkkəb. Sadə feillər yalnız kökdən və yaxud kök plus qrammatikdən ibarət olur. Düzəltmə feillər leksik şəkilsizlər vasitəsilə düzəlir. Mürəkkəb feillər isə iki və daha artıq sözün birləşməsindən yaranır. İndi sadə feillər hansılardır? Bax, xatırlamaq sadə sözdür. Çünki xatırdan xatırlama yaranmaz. Bağışlamaq sadə sözdür. Bağışdan bağışla yaranmaz. Tərcitmək sadə sözdür. Dilimizdə tərcümək sözü yoxdur. Saralmaq sadə sözdür. Sözün kökü saraldı. Soruşmaq sadə sözdür. Sorudan soruş yaranmaq. Bizim dilimizdə sormaq sözü yoxdur. Mənə soru sor, o türklərdədir. Alışmaq sadə sözdür. Dinləmək sadə sözdür. Dindən yaranmır. Elə sözün kökü dinlədir. Ağlamaq sadə sözdür. Barışmaq sadə sözdür. Bardan barış yaranmır çünki. Yırğalamaq sadə sözdür. Sonra qızarmaq sadə sözdür. Qızdan qızar yaranmır. Hər qızan şey qızarmır. Məsələn, deyirsən ki, dolma qızdı, amma dolma qızarmır axı. Qızdan qızar yaranmır. Qızar elə sözün köküdür. Yadınızda belə saxlayın ki, hər qızan şey qızarmır. Çalışmaq təbii ki, sadə sözdür. Danlamaq sadə sözdür. Yoxlamaq sadə sözdür. Yarışmaq təbii ki, sadə sözdür. Yardan yarış yaranmaz. Dağıtmaq sadə sözdür. Dağlamaq sözü düzəltmədir. Dağdan dağla yaranır. İsimdən feil. Sonra danışmaq sadədir. Saxlamaq sadədir. Qaldırmaq sadə sözdür. Sarmaşmaq sadədir. Anlamaq sadədir. Kiçilmək sadədir. Uzatmaq. Çünki uzadan uzat yaranmır. Uzanmaq sadədir. Sonra güləşmək sadədir. Güldən güləş yaranmaz. Qışqır sadədir. Qarış sadədir. Dəyiş sadədir. Yapış sadədir. Yapdan yapış yaranmaz. Düşünmək sadədir. Çünki sözün kökü elə düşündü. Gətirmək sadədir. Gətizdirmək sadədir. Tapşırmaq sadədir. Çünki tapdan tapşır yaranmır. Elə sözün kökü tapşırdı. Sonra islatmaq sadədir. Sözün kökü ilə islatdı. Sonra bir də sevinmək sözü də sadədir. Ha. Bəzən düşünürlər ki, sevdən sevin yaranıb. Xeyr. Sevlə sevinin əlaqəsi yoxdur. Hər sevən insan sevinmir. Yadınızda belə saxlayın da. Sevdən sevin yaranmır. Elə sözün kökü sevinir. Gəldik nəyə? Düzəltmə feillər. Düzəltmə feillər necə düzəlir? Leksik şəkilsizlər vasitəsilə yaranır. Bu feil düzəldən leksik şəkilsizlər iki yerə bölünür. Adlardan feil düzəldənlər, bir də feildən feil düzəldənlər. Adlardan feil deyəndə Azərbaycan dilində isim, sifət, say, əvəzliklər feildəki feildir. Laş-ləş, vidalaş. Və vidalaş sözü vidadan yaranıb. Düşünməyin ki, vidaladan vidalaş yaranıb. Xeyr, sözün kökü vidadır, isimdən feil yaranır. Gərginləş, gərgin sifətindən yaranır. Yaxşılaş, yaxşı sifətindən yaranır. Sonra lan-lən şəkilçisi var. Qanaddan qanadlan, ağıl ağıllan. Ar-ər var. Ar-ər nədir? Ar-ər şəkilçisi. Həm qeyri-qəti gələcək zaman şəkilçisidir.
Ar, əm, hər fe'l düzəldən leksik şəkilçidir. Yəni arın iki funksiyası var. Hələ ki biz leksik şəkilçi kimi öyrənək. Ağdan ağar, göydən göyər, bozdan bozar, sifətdən fe'ldir, otdan otar. Sonra al, əl, bir də lı var. Düzdən düzəl, kökdən kökəl, qoca qocal, dara daral. Say, sə var. Qərib sə, su sa. İç var. Gecdən gecikmək. I, i, u, ü var. Turşdan turşumaq. Bəkdən bərkimək. Ləngdən ləngimək. A, ə var. Yaşdan yaşamaq. Boşdan boşamaq. Əldən eləmək. Sonra ılda var. Pıç pıçılda. Şap şappılda. Sonra imsə var. Məndən mənimsə. Əvəzlikdən fe'l yaradır. Lalə var. Duzdan duzla. Bağdan bağla. Bağla sözü düzəltmədir. Bağ ismindən yaranır. Yağdan yağla. Belə. Baxaq fe'ldən fe'l düzəldən şəkilçilərə. Il, il, ul, ül. Apardan aparıl. Pozdan pozul. Dırdır, durdur. Fe'ldən fe'l düzəldir. Dırdır. Yazdır. Müəllimə üzr Oxudur. istəyirəm. Bəli, Sual tamam. verə bilərəm. Buyurun. Orada ıx şəkilçisi var mənim Hə, 4. ıt da var. Dardan darı. Hı -hı. Orada darıxmaq sözüdür. Yəni burada darıxmaq sözünün kökü necə darıq feili kimi Niyə götürürük? Darıxmağın kökü niyə dardır? Çünki dar olur ki, darıxırsan da. İzahı belə verirlər ki, məsələn deyirsən ki, ay darıxdım. Düzdür, razıyam. Hər dar olan yerdə darıxmırıq ki. Amma əlaqəni Müəllim. belə verir ki, bir şey sənə dar olanda başlayırsan darıxmağa. Başa düşdüm müəllimə. Sağ olun. Buyurun. Sonra iş, iş, uş, üş bir də şı var. Qaçdan qaçış, gördən görüş. In, in, un bir də tək n var. Sonra çəkdən çəkinmək, daşımaqdan daşınmaq, dirədən dirənmək. It, it, ut, üt bir də ç var. Çürüdən çürütmək, ləngidən ləngitmək, axdan axıtmaq. Ar, ər var. Fe'ldən fe'l düzəldir. Qopdan qoparmaq. Ar, ər həm adlardan fe'l düzəldir, həm fe'ldən fe'l. Qopdan qoparmaq, çıxdan çıxarmaq. Sonra ır, ir, ur, ür var. Bu da fe'ldən fe'l düzəlir. Bişdən bişirmək, köçdən köçürmək. Sonra ələ, ala var. Səpdən səpələmək, eşdən eşələmək. Qur şəkilçisi var. Udmaqdan udqunmaq, fe'ldən fe'l düzəldir. Belə də ola bilər. Dər şəkilçisi var. Dönməkdən döndər, fe'ldən fe'l düzəldir. Bu da ola bilər. Mürəkkəb fe'llər isə iki və də artıq sözün birləşməsi vasitəsilə yaranır. Mürəkkəb fe'llər bitişik yazıla bilir, defislə yazıla bilir, bir də ayrı yazıla bilir. Defislə yazılanlar hansılardır? Sağollaşmaq, istiotlamaq, sağdan sağollaşmaq. Bax, iki sözün birləşməsindən yaranır. İstiotlamaq, iki sözün birləşməsindən yaranır. Sonra xudahafizləşmək, xudanın hafizdən yaranır. Belə. Sonra defislə yazılanlar da var. Oxuyub yazmaq, saralıb solmaq. Ayrı yazılanlar. Ayrı hansıdır? Etmək, eləmək, olmaq sözləri ilə yarananlar. Etmək, eləmək, olmaq. Qohum olmaq, hiss etmək, yaxşı olmaq, pis olmaq, adam olmaq və s. Bunlar nədir? Fe'ldən fe'l düzəldən, etmək, eləmək, olmaq. Mürəkkəb fe'l düzəldənlərdir. Sonra davam edirik burada nəyə? Heç nə, buradan elə bunun növləri bəsdir. Getdik. İndi gəlin təbii ki, nə edirik? Bunların testlərinə baxırıq. Birinci vergül məsələsinə gəlin baxaq. Şəfadan gedirik. Ay, səhv açdım. Bir saniyə. Demək, şəfa. Bu əvəzlikdən sonra vergülün qoyulması əsas məsələ budur. Buna bir dənə testlərinə baxaq. Elə şəfa, birdən gedək. Birə baxaq şəfa.
Hansı cümlədə o əvəzliyindən sonra qoyulmuş vergül işarəsi doğru deyil? Hı hı. O məğrur bir vəziyyət aldı. Kim o? Hı hı. E, Məğrur, necə məğrur vəziyyət? Qoy, bu düzgündür. Aha. O oxumalı idi. Malı məli. Bu fiili bağlama çəkintisi idi, səhv etmirəmsə. Oradakı oxumalı idi, feilin vacib şəkildə. Nə etməli idi? Oxumalı idi. Hı hı. O atanımın yaxın dostudur. Kim o? O səyahətdən yorulmayım. B bəndi. Ay sağ ol. Çünki B'de odan sonra nə gəldi? Feil gəldi. B'de odan sonra Hı. feil gəldiyi üçün virgül qoyulmaz. Bax, o məğrur bir vəziyyət aldı. A'dakı o kimsə ona cavab verib sifət gəlib, virgül qoyulub. O atamın yaxın dostudur. Kim o? C'dəki o kim sualına cavab verib, özündən sonra isim gəlib, virgül qoyular. O səyahətdən yorulmayıb. Kim sualına cavab verir, özündən sonra isim gəlir, virgül qoyular. O 19-cu dəstənin fəxridir. Kim sualına cavab verib, özündən sonra say gəlib, vergül qoyub. Düzdür. Spançiyə baxaq. Hansı cümlədə o əvəzliyindən sonra qoyulmuş vergül işarəsi doğrudur? O gün gələcək. Birinci düzlük gün sözü günlə isim gəlib. E, O işləmir, oxuyur deməli. O da burada artıq sağlar. Burada mən deməli B bəndində feil gəlib. O işləmir, nə etmir. Yəni B Ha, variantıdır. bir səhvdir. Çünki B'de oradan sonra feil Biz gəlir. də bir doğrudur axtarırıq bəli. Hı. Artıq sağalır, o artıq sağalır, anamın rəfiqəsidir. O da bizim burada artıq var. Burada köməkçi nisbəsi D variantında artıq sağalır. Bəli, Köməkçi ədatdır. bəli, ədat ona görə Hı. əvəzlik köməkçi nisbələri bizdə feil gələndə Ay, qoyulur. Bəli, D bəli, variantı. qoyulmur. Hı. İndi hansı cavab? D variantı. Hı. D'də səhvdir. D'də oradan sonra ədat gəlib axı. Biz doğrudur axtarırıq. Hə, A doğrudur. variantı. A variantı. Ən başda demişdim isim və A'da gün. o gün gələcək. Hansı gün? A'dakı o hansı sualına cavab verdiyi üçün səhvdir. Y'yə bax. O anamın rəfiqəsidir. Y'yə Kimin? bax. O kim sualına cavab verdimi? Özündən sonra isim gəldimi? Y düzdür. Başa düşdüm. B'də özündən sonra feil gəlib. C'də bir də D'də köməkçi gəlib. Y'də amma düzdür. Aha. Sübhan 3-ə də baxaq buradan bir dənə. Hansı cümlədə o əvəzliyindən sonra e, vergül işarəsini istifadə edilə bilər, edilməyə də bilər. Yəni cümləni heç cür başa düşmüyorum. Sən çoxmu sevirdi? Hı hı. C variantı mənim. Bəli, o Bə- şair, yox, C yox, D. Bax, o şairin yeni şeylərini bloknota yazdı. Kim o? Burada özündən sonra vergül qoyarsan, çünki şəxsdir. Amma o Bəli. şairin, hansı şairin? Burada isə vergül qoyulmaz. Yəni şəxs olanda vergül qoyulur, amma şair olanda isə vergül qoyulmaz ona görə. Xanım 6-ya baxaq. Bəli. Hı. O əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı bənddə doğrudur? O əvəzliyindən sonra qoyulmuş vergül işarəsi. Altıncı dediniz də müəllimə, elə Bəli, düzdürmü? bəli, bəli. Ha. Sabah o getməlidir. Orada özündən sonra feil gəlibsə vergül O olmaz. səhvdir orada.
O həyatın bərkini boşunu görmüş adamdır. Kim o? Ayşə, D variantı bəli. doğrudur. Bax, kim D. həyatın bəlkini boşuna görmüş adamdır o. Kim sualına cavab verdimi, özündən sonra isim gəldimi, düzdür. Məsələn, G-də özündən sonra feil gəlib olmaz. C-də o şənbə, hansı şənbə? Hansı sualına cavab verdiyi üçün olmaz. B-də o günlər, hansı günlər olmaz. A-da özündən sonra bağlayıcı gəlib olmaz. Bəli, bir dənə D qalır, düzdür. Davam edirik. Günellə davam edirik. Bilirsən. Günel 9-a baxaq. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? Aymışa sadə adamlarla görüşməyi sevirdi kimi. B variantı. Vergül qoyulmamalıdır deyir. Gələcək feil deyil müəllim. Hə, B dedin, değişdim. Düzdür, B-dir. Yox, B. Ay sağ ol. Özündən sonra feil gələndə vergül qoyulmaz. Düzdür, Günel, bəli. Rəhim Əliyev. Rəhim 11-ə baxaq. Rəhim səs aça bilirsinizmi? Tamam, Gülbənz 11-ə baxaq. Cümlələrdən hansında o əvəzliyindən sonra vergül qoyula bilər? Hı. Qaytarsam o sözləri Hı. sözsüz bila olarsa. O Vergül günü qoyula illərin bilər. əlindən aldıq. Hansı? O meşədə. Kim? Ege variantında vergül qoyula bilər. Ay sağ ol. O meşədə tufan yıxmış, qoza bir palaz üzerine oturub kim o? Düzdür, bəli, düz. Qəşəng, düz. Düzdür. Mehriban 12-yə baxaq. Buyurun. Mehriban səs aça bilirsinizmi? Mehriban səs aça bilmir. Tamam. Ayşə 12-yə baxaq. Ayşə Qurbanova. Dəqiqə müəllim. Hansı cümlə bəzən vergül qoyula bilər? Bu həm də çağırış idi. Bu artıq evincə bu böyük istiqlal. Bu dünya bilmem. Bu dünya bir kısım. Bu böyük istiqlal. C variantı. Ay sağ ol. Bu Böyük İstiqlal Peyğəmbərinin son vida sözləri idi. Nə bu? Düzdür, bəli, düzdür. Hı -hı. Düzdür. Davam edirik. Nigar Cəfərova. Nigar 14-ə baxaq. Durğu işarəsinin səhv işləndiyi cümlələri müəyyənləşdirin. Hı -hı. Müəllimə, o getmir. Burada səhvdir. Burada vergül olmamalıdır. Bu Ay mənim sağ ol. kitabımdır. Bəli, Burada olmamalı. O özündən sonra əvəzlik gəlib. düzdür. Nə dinir, nə danışırdı. Nə dinir, nə danışır. Burada da olmamalıdır. Çünki O bağlayıcı nədir? gəlib, o da səhvdir. Düzdür. Bağlayıcıdır. Bu güman ki düz deyil. Burada olur ama. Bəli, Modal bizim sözdür. modal söz. Ay sağ ol. Düzdür, bəli. Demək səhv işlənib. 2-də, 3-də də səhv işlənib. 3-də niyə səhv işlənib? 3-ü deyə bilərsən. Yəni özümdən sonra. Bu mənim kitabımdır. Mənim kitabım. Çünki özündən Bundan sonra sonra nə gəldi? Əvəzlik. şəxs əvəzliyi gəlib. Ona Bəli. görə Düz Nigar, bəli, düzdür. Qardaşxan. Qardaşxan 16-ya baxaq. buradandır. 16 dediniz değil mi? Səs gəlir. Bəli, bəli. 16. Gecədə gidir, mənsum nümunələrdən mübtəda vəzifəsində işləməli bölümü vergül səhv olmuşdur. O həmişə ədatdır neydi həmişə yadımdan çıxdı. Burada qoyulmuram bilirəm ki. Buradan Bax, sonra da qoyulmuram. birdə düzdürmü? Gəl birdən gedək. Bir də səhv.
Niye? Kim sualına cevap verip özündən sonra zərf gəlir. Həmişə zərf kimi götürülür, eləmi? Mən sənlə qatışdırdım, müəllim. Ədədlə qatışdırdım. Ha, yox, həmişə orada zaman zərfidir, ədad deyil. Hə, aydın. Hı. Hə, biri götürürük, biri çıxırıq da option. Çünki düz qoyulub. Hı hı. Əlbəttə, ədaddır, Hı hı. Modal qoyulmamalıdır. söz. Modal söz. Müəllim onları qatışdıram, müəllim. Olanlar Necə? olmasın. Option 2 də səhv. İki 2 səhv. düzdür. O buradan sonra modal söz gələndə vergül qoyulmalıdır. Axı iki düzdür. Ha, 2 də düzdür. Hı hı. Bu yazıçının təzə kitabıdır. Nə bu? Ay, sağ ol. Bəli. Bax, üç düzdür. Üç Üçdəki sözlər. bu nə sualına cavab verdimi? Özündən sonra Hə, isim gəldimi? Üç düzdür. 3 düzdür. O suvaqçıdır. Kimdir suvaqçıdır? O. Hı hı. Kim? Düzdür. Bu da düzdür. O Bəli. Kim gülürdü. sualına cavab verdi? Özündən sonra isim gəldi. Düzdür. Ha. O gülürdü. Feil gəlib olmaz. Bəli. 5'i götürürük. Bir tane kalır 5 6. 6 da 100% odur. Bəli. Çünki altıda da özündən sonra nə gəldi? Ədat gəldi. Ədad Bu gəldi. ancaq mənə inanır. Müəllim, indi belə deyək də, o bundan sonra feil gəlmir, köməkçi hissələr gəlmir, bir də Əvəzlik. əvəzlik gəlir. Aydın, çox sağ olun. Aysa. Feil, əvəzlik. Bir də köməkçilik hissələri gələrsə vergül qoyulmaz. Düzdür qardaşım, bəli. Aydın. Davam edirik. Rüfanə ilə davam edirik. Rüfanə 23-ə baxaq buradan. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? Hı. Son söyleyici sığınma. Dedi. O O xalqının üsyan deyən səsidir. Çin xalqının üsyan deyən səsidir o. Bəli, düzdür. Deyək ki, o kim sualına cavab verdimi? Düzdür, Bəli. bəli. Özündən sonra isim gəlib deyənə D variantı düzdür. Bəli. Məlikçi 24-ə baxaq. Salam, müəllim, axşamınız. Axşamınız xeyir olsun. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? Hasarı aşmaq olmaz. Deyil. O kağızı oxuyan Səməd dərhal köməkçisini çağırdı. Bu da deyil. Ağıllı, bilikli və vətənini ürəkdən sevən bir insandır. Kim o? Vergül C qoyulmalı. variantı. Bəli, o ağıllı, bilikli və vətəni ürəkdən sevən bir insandır. Kim o? Deyək ki, o kim sualına cavab verib C o özündən da sonra olduğuna görə olmur. 7-də gəlincə görə. feli bağlama gəldiyi üçün olmaz. C variantı. Bəli, düzdür, Zed. Düzdür. Bəli. Mələk 26-ya baxaq. Hansı cümlə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? O xainin dişlərini sındırmadımı? O təkrar Vergül çarpayı. qoyulmamalıdır. O təkrar çarpayıya qapandı. Kim o? O mahir ovçudur. C düzdür, qoyulmalıdır. Bu sakit və Bəli. fikirlidir. Bu da düzdür, səhv eləmirəmsə deyil. O sakit. Kim o? Fikirlidir. İlk günlər o tamam bir ümidsizlik içinə düşdü. İlk günlər o. Kim o? Vergül Bu da qoyulmamalıdır. düzdür də. Düzdür də, mənim yerdə düzdür. Düzdür.
Qaldı A ilə B. O xainin dişlərini sındırmadı. Ha. Elə A da A ise o xainin hansı xainin? Çünki kimsə ona cavab Bəli. vermir. Bax, A'da Hansı bax Melekə. O hansı sualına cavab verir axı? O xainin hansı xainin? A variantı. Aha, bəli. Hı hı. Melekə bir nə də Müəllim, mən baxaq üzr ki. istəyirəm. Ha, Y-də tamam nə idi? Hansı Zərf. nitq? Zərf. Zərf. Tamam. Biri tamam. Zərfdir. Burada. Melekə 27-yə də baxaq ki. Qoyulmamalıdır burada deyir. O qaçır dar döngələrdə. O qaçır. Kim o? Bu qaçır feil deyil. Qaçır. Feildir. Bu səhv deyil elə. Bəli. Otur. Bəli. A Vergül qoyulmamalıdır. Düzdür A. Çünki A'da nə oldu? Özündən sonra vergül feil gəldi. Düzdür. Aha Müəllim, feil gəldiyinə görə bir sual Bəli. verə bilərəm. Buyurun. Məsələn, o qaçır dar döngələrdə də nəsr və nəzm dilində də nəsr dilində çevirmir. Elə olduğu kimi də Olduğu təhlil. kimi. Hə, onu çevirməyə ehtiyac yoxdur. Amma özü Çünki versəydi ki, o dar döngələrdə qaçır, onda qoymazdım. aydın Ha, belə də çevirməyə ehtiyac yoxdur, çünki özü belə verir. oldu. Aha, tamam. Birdən 28-ə baxaq. Yirmi səkkiz fidan. Şəms verin müəllim. Axşamınız xeyir olsun. O bu əvəzliklərindən sonra durğu işarələri düzgün qoyulmamışdır. Bu ömür kitabıdır, kitabımdır. Nə ömür kitabımdır bu? Qoyulmamışdır. Burada düz qoyulub. O yerlərin meşələri çox səfalıdır. Hansı yerlərin? Burada qoyulmamalıdır 2. Hələ Hansı? o Çünki günləri o yerlər. xeyli qoyacaqsan. Hansı günləri? 2, 3. Evet, Səhvdir. Demə o dostumdur. Kim dostumdur o? Bunu düzdür. Bu müəllim 4-cü kursda mühazirə oxuyacaqdır. Hansı müəllim? bu müəllim. Burada qoyulmaz. 2, 3, 5. C variantı. Nasıl? 2, 3, 5. Düzdür, bəli. Ha. Sarvan. Burada baxaq. 31-ə baxaq Sarvan. 31-ə baxmayaq. 30-a baxaq Sarvan. Buyurun. Hansı cümlədə vergül düzgün qoyulmamışdır? Bu dostumun bağışladığı kitabdır. Kimin dostumun? Hı. Hə, dayıoğlu. İşlər necədir? Dayıoğlu. Bu dəfə o doğrudan da qalxmadı. Burada D variantıdır doğru cavab. O qadın sizin yoldaşınız deyilmi? Sağ ol. Düzdür, bəli. Düzdür. O O qadın qadın. hansı qadın? Düz. Hansı qadın? Düzdür, bəli. Aha. Qalib sizlə davam edək. 32-yə baxaq Qalib. Qalib səs aça bilmir yəqin ki. Tamam. Gəlin feylə də baxaq. Feylin kondisionellərini. Getdik. Yəni bundan da hərəmiz bir ikisinə baxaq. Çox baxmayaq. Qardaş xan, 3-ə baxaq burada. Feylin quruluşu növlərində 3. Sadə feillər. Didməkdən didişmək, boğmaqdan boğuşmaq, getdi bunlar. Yazmaqdan yazışmaq, getdi. Oturmaqdan oturtmaq, bu da getdi. Alçalmaq sadədir. Bardan barış olmur.
Yardımdır. D variantı. Bəli, düzdür. Alçal, barış, bir də yarış. Düzdür, bəli. Günel. Günel 4-ə baxaq. Üzülürsən. Hə, 4. Üzülürsən, mənim səsim tutub onun üçün danışa eləyə bilmirəm. Ürəyimdə oxuyuram. D variantıdır müəllim. Aşağı. Yox, D-də dincdən dincəl. O düzəltmədir. Sifətdən fe'l yarandı. D yox müəllim, C dedim. Yox, C düzəltmədir. C deyil. Düşdən Saniyə. düşürmək. Bir saniyə. Üzülürsən. Hı. Düşünmək düzəltmədir. Düşünmək, yox, düşünmək sadədir. Düşürmək düzəltmədir. Düşdən düşür. Onu Hə, heç elə mən biləm. fikir vermədim heç axırına. Onun üçün Hə. çox ki orada şeylədim. 4-də cavab nə olar Günel? Ona baxıram bir dəqiqə. Y-yə baxdım amma Y axırda dartınmaq var. O da düzəltmədi axı. Hı -hı. D variantı. A olar bax. Əymək, göndərmək, çalışmaq. Üçü də sadədir. Bax B-də Ona fikir gördən vermədim. görün düzəltmədir. Bəli, indi baxdım C-də gördüm. İndi düşdən sürətlə düşür, aşağı düşdüm. dildən dilə düzəltmədir. Bəli. D-də dinc dincəl. Y-də dardan darıq ıq dedi ya, bu da düzəltmədir. Bəli. Bəli. Buradan saniyə. Sarvandaydı sıra. Sarvan 5-ə baxaq buradan. Bu cümlədə fe'ldən düzələn fe'l işlənmişdir. Fe'ldən düzələn fe'l. Mələmək. Mələməkdən Bəli, mələdən mələşmək. mələş. Düz. Mələdən mələşmək. Bəli. Aha. Aha. B variantı. Bəli. Ləman 14-ə baxaq. Ləman, hə, 14 ləman. Düzəltmə feildir. Hə, nə olar ləman 14-də? Y olar yoxsa? Y-də dağıl sadədir. Dağdan dağıl olmaz axı. Şu da düzəltmək istəyir. Hə, hansı cavab olar? B. Bəli, bit bitir, sus sustur, otur oturt. Düzdür. B olar cavab, düzdür. Bəli. Ayşən 15-ə baxaq. Hər üçü düzəltmə feildir. Yoxla, yoxlat düzəltmədir. Axtar sadədir. Bax, baxış düzəltmədir. Burada hər üçünü düzəltmək istəyir. A variantı deyil. Oxu, oxut düzəltmə. Apar sadə. Gör, görüş düzəltmə. Yaz, yazış düzəltmə. Gəlmək sadədir. Bozarmaq, boz, bozar. Düzəltmə. Yaşarmaq, yaşa, yaşar. Bu Yaşdan sadədir. yaşar. Sadədir məncə bu. Yaşdan Yaş. yaşar. Yaş, yaşar. Aha, yaş, yaşar. Bu düzəltmə. Din, dinlə. Bu sadədir. Bayaq dedik bunu. Ay, sağ ol. Dinlədi sadədir. Demə bu deyil. Yatırmaq, yat, yatır, uç, uçur, art, artır. Y variantıdır cavab. Ay, sağ ol. Düz. Bəli. Burada başqa elə bir testimiz yoxdur. Ona görə əsas testlərə baxdıq.
Mən bir sual verə bilərəm. Buyurun. Müəllim, ümumiyyətlə dərsdən əlavə sual verirəm. Hı. Bir, belə deyək də, testlər varmı ki, yəni həm link kimi ya PDF kimi tez-tez özünü yoxlamaq üçün ümumi olaraq təkcə bir bölmədən yox da, hardasa 5-6 bölmədən, 3 bölmədən belə ibarət. Var elə yoxsa? Qardaş, mən qrupa göndərirəm. Link bir dəqiqə uşaqlar göndərmirəm sizə link. Yoxsa göndərməmişəm. Bir də saniyə. Hə, linkdə keçən dərs göndərmişəm. İsmail göndərmişəm. Düzdürmü axırıncı dəfə? Sifətlə sən linkini göndərməmişəm. Hayır, sonra şundan çıxıb yeməli. Hə? Silmişdim. Girib özüm də baxmışdım. Prosto şundan çıxıb. Hə, ismi işləmiş, ismi axırıncı dəfə göndərmişəm. Sifət say əvəzli. Sifət say əvəzliyin linkini bu gün göndərəcəm sizə. Bilirsiniz necə? Qəbul testləri var. Prosta məsələn onu sizə işlətsəm, elə bil orada bizim keçdiyimiz mövzular hələ ki azdır axı. Məsələn digər qruplara dərs başlamamışlar var. Mən onlara atıram testi. 15 dəqiqə işləyirlər. Sonra dərs başlayır baxırıq. Amma sizdə hələ mövzular az keçmişik deyənə. Ancaq sizdən mövzu elə bir link işləyə bilirik də, başa düşdünüz necə? O da ki 3 dənə mövzunu atmamışam. Sifət sayı əvəzli. Hə, Bir onu də yadımdan çıxırdı. İndi dediniz yadıma düşdü mənim, bəli. hə, indi onu ataram. Sınaq hələ atmaq istəmirəm sizə. Qəbul sınaq hələ ki tezdir də. Sınağı müəllim, onsuz da 2-3 gün olar eləyib də, Edu kampaniya özü eləmişdi. Hə, Ümumi testliklərimizdən eləmişdi. necə olmuşdu vəziyyət? Pis deyil idi ilk dəfə üçün. 50 bal toplamışdı. Ümumi Məndə Azərbaycan dili 8 düz test qaldı. Oradan yerinə suallarım var aslında. Hə, 8 düz, hə. Bəli, suallarım var sizə. Bir-iki Elə dənəsini məndə də elə. Varsa eləmişəm. suallarını uşaqlar göndərin suallarınızı. Bir də bir şey deyim. Biz əməli yazını keçmişik. Hə, keçmişik. Keçmişik də düzdürmü? Qrupda da var idi. Bəli. Hə, Bəli ki. əməli yazıcı. Bir dənə oradan biz nə keçməmişik. Bir fonetika bölməsi bizim qalıb bu hissələrdən Elə imtahana. çoxsu fonetikadan düşmüşdü. Hə, çoxsu fonetikadan. Fonetikamız Hı. qalıb bizim bax bu hissədən bir dənə. 67 balda məndə idi müəllim. Normaldır 3 dəfə üçün. Yaxşı deyil, normaldır uşaqlar. Yəni Şükür olsun da şükür. normaldır. Hə, normaldır. Belə. Buranı bitirdik. Buradan da bəst testi. Getdik sifətə. Bir dənə sifətə asırıq 128. Yəni bir də biz siz necə? Özünüzə biraz zaman verin həqiqətən. Biraz mövzuların yerində oturuşmağı üçün, biraz necə deyimi, nəyisə daha yaxşı qavramağınız üçün özünüzə zaman verin həqiqətən. Müəllimə, təkrar olacaq da. Avqustun axırı dərsimiz ümumilikdə bitir də yəqin ki. İyul, avqust, sentyabrın ilk həftəsində hə bitirərəm. Avqust, sentyabrın ilk həftəsində. Ondan sonra da təkrar Ancaq olacaq. təkrar, qəbul testlər, bəli. Təkrar necə olacaq? Məsələn, mən sizə testlər verəcəm 10 üzərindən. Bir də hər dəfə 3-3, 4-4 mövzunu keçəcəyik. Mən sizə onların yenidən izahını verəcəm. Təxmini imtahan nə vaxtda düşər bizim BB qrupu üzrə? Siz yəqin ki, sentyabr ayının imtahanına girmək istəyirsiniz də, hə? Yox, oktyabrın əvvəli istəyirəm mən. Lap tez girmək istəmirəm. Məncə də. Yəni çoxsu tez girmək Bir istəyirəm. tərəf Amma mən tez- istəmirəm. Oxusaq da belə deyim, təkrar başqadır da, Mən də daha elə çox ondan. görürəm ki, mən də elə Oxuyub görürəm belə ki, keçirik, belə deyim, tez-tezdə çatdıra bilmirik o qədər də. Lap diqqətlə baxanda o qədər də baxa bilmirik. Amma təkrarda istər-istəməz daha çox elə bir öyrənirsən. Mən elə gəlir. yəni Ona görə həqiqətən bax, sizə bir şey deyim, imtahana tez girməyin də adı yoxdur. Yəni normal vaxtında təkrarlayaraq özünüzdən əmin şəkildə girmək yəni gözəldir. Həqiqətən. Bəzən İnşallah. gedirlər imtahana, istəyirlər ki, belə deyim də, necə səbirləri çatmır, amma yəni elə eləməyin. Normal şəkildə Yəqin ki, hazırlaşın. oktyabrın əvvəli belə ya ortasına belə Məncə çəkər onu, də. bəli, düzdür. Yəni, ən gözəli odur həqiqətən də. Oktyabrın əvvəli. İnşallah. Ancaq o vaxt İnşallah. yaxşı. Mən o vaxt eləyəcəm inşallah. Məncə də. Məlumat cavabları həmin dəqiqə çıxırdı, eləmi? Hə. Sizin İşlədiyimiz kimidir, səhv eləmirəmsə. Edu kampaniyanın elədiyi kimi həmin eldə dəqiqə forma. çıxır, sonra cavablar görsən. Basan kimi çıxır. Basan kimi bilirsən. Ha, qəşəng.
Bəs sonra müəllim, inşallah keçsək, müsahibəyə sonra hazırlıq olur, ya necə? Bəli, bəli. Keçəndən sonra artıq müsahibə mərhələsi başlayacaq. Onu O hazırlaşacaqsınız. müddəti nə qədərdir müəllim? Hazırlaşma müddəti. Hə, nə qədərdir? Vaxt verilir sizə. Bir ay yarım, 2 ay. Axırda sizin, yəni qeydiyyatdan keçəcəksiniz, vakansiyalar çıxacaq. Artıq Aha. siz hansı müddətdə başlayıb, necə hazırlaşacağınızı özünüz keçəcəksiniz. Məsələn, siz deyəcəksiniz ki, mən hazırlaşıram 15 günə, 20 günə, 1 aya, onu özünüz seçəcəksiniz. Suallar nədən olacaq ki, müəllimə? Onu bax, Faiz müəllim daha yaxşı bilir, çünki onun sahəsidir də. Amma belə olur da, dünya görüşündən sual verirlər, düzdürmü? Qanunvericilikdən olur suallar. Bir də Ona da, müraciət etdiyiniz sahədir. hə, Üç onu da nümayəndə ay olur sual. da. Dövlət Bəli. orqanı nümayəndəsidir, sərbəst ekspert, bir də ki, Dövlət İmtahan Mərkəzi olur. Dövlət İmtahan Mərkəzi də sual, hər üçü sual verir, amma qanundan ən çox sual verən sərbəst ekspertdir. Bir də ki, orqanda ümumi hansı ixtisas üzrə, hansı vəzifə üzrə gedirsənsə, o suallardan verir. Bax, onu Faiz müəllim daha yaxşı bilir. Faiz müəllim müsahibəyi hazırlaşdırır, bilmirəm. Hazırlaşdırır Faiz müəllim. Məncə hazırlaşdırır, ha? Bu da məlumatım yoxdur, düzünü desəm, dövlət qulu haqqında. Sizsə birinci sertifikasınızı alın, onsuz da davamı gəlir yəni. Hazırlaşıram, elə bilmirəm. Onsuz da Nə birinci demək? mərhələni keçəndən sonra uşaq hissə hamısını insan özü araşdırır. Bir də gördün ki, öz sahənin içindəsən. Asan İkinci bir mərhələ asan deyə. Əsas ikinci mərhələdir müəllimə. Testdən vacib o ikinci mərhələni keçmək. Müsahibə. Aha, ikinci. Çünki Hə. çox vaxt vakansiyanı verirlər. Hə, gedirsən, keçirsən, atırlar ehtiyata, 2 il qalırsan ehtiyatda. Sonra da ehtiyatdan çıxırsan və beləcə 5 illik sertifikatın qüvvəsi gedir və təzədən hazırlaşmalı olursan. Səndə olub Ayşən elə bir hal? Mən özüm işləyirəm də, mən nazirlikdə işləyirəm. Prosta mən təsnifatımı qaldırmaq istəyirəm, aparata vermək istəyirəm. Hə, başa. Amma məncə Hə. Ayşə sən işləyirsənsə sənə asan olar da müsahibə. İşləyənlərə müsahibə asan olur. Hə, asandır. Prosta yəni mən BA-ya girmişdim ayın 5-i olan imtahana da. Orada mən də informatikadan çox az yazdım, ona görə mən kəsildim. Amma o birisləri normal yazmışdım əslində. Çox çətin gəlmişdi mənə informatika. Müsahibə də belə, hə, oradan keçmişəm deyə, orada iştirak eləmişəm deyə, yəni oranın ab-havasını bilirəm. Ayşə daxili Orada müsabiqədir indi sən əgər versən, yoxsa yox, başqaları daxili. üçün? Yox, daxili biraz çətinləşib, ona görə elə özümü başdan sığortalayıram ki, testi də verim, əlimdə sertifikatım olsun ki, rahat şəkildə verə bilim. Ha, bəs sən işləyirsən deyənə sənin müsahibən asan olacaq. Onu nəzərə alacaqlar yəni orada. Yox, müəllimə elə şeylərə də ucu baxmırlar. Hə, onu Yəni deyəcəkdim. maksimum özüm üzərimdədir. Yəni nə qədər Ha. çalışsam, nə qədər hər şey insanın yəni özündə olmalıdır. Yəni elə şeylərə fikir vermirlər ki, Yenidən imtahan vermiş kimi sayılırsınız da artıq ona görə. Düzdür, Ayşən düz deyir, həqiqətən uşaqlar. yox, çünki mən özüm bir dəfə öz orqanımıza imtahan vermək istədim. Yəni orada təşviş yarandı ki, mən kiminsə yerinə vermişəm. Mən öz elə bir ki, müraciətimi geri aldım. İcazə vermədilər. Yəni çox çətindir. Əslində belə biz asan gəlir. Elə ən asan hissəsi test verməkdir. Testdən sonrakı hissə çox çətindir. Düzdür, orada kəsdilər. Siz BA qrupu üzrə vermişdiniz ora girmək üçün? Aha, BA, bəli. Mən Ayşən düz deyir uşaqlar. İndi belə dövlət qulluğu biraz uzun çəkən bir prosesdir də. Yəni Amma belə asan. belə də bir müsahibəsi də, ümumiyyətlə testi də, yəni biraz da çəkir də, yəni belə vakansiyanın elanı, müsahibəyə hazırlar, ora get, gözlə, bir dəfə alınmadı, 2 dəfə və s. biraz uzun. Amma yəni belə bir gerçəklik, belə bir reallıq da var ki, sonda həqiqətən kim qalib gəlir? O dirənən insan var ya, iradəsinə qalib gələn, məqsəd qoyan var ya, mən bunu eləyəcəm. Bax, o sonda qalib gəlir. Bir də təbii ki, qismətin qədərinin də öz rolu var, o ayrı bir məsələ. Ümumiyyətlə gələn Qarşınıza insanın məqsəd də qoyun. Yəni siz necə? Gəlin belə yeni deyirəm, müsahibə mən demirəm, asan bir prosesdir, çətinliyi mən də qəbul edirəm, sizin kimi o məsələləri mən də bilirəm. Amma yəni düşünməyin, asan çətindir, verməyə mənası yoxdur, elədir. O fikir var, insan o qədər geri salır ki, elə sən bunu düşünənə qədər sənin qabağından hissəsi verir, gedir, keçir yəni. Siz bir də siz necə? O Faiz müəllimin bir söz var.
ən güclü şəkildə hazırlaşın. Ən yaxşı şəkildə. O sizi kəssə belə, orada kəssə belə, siz artıq bunun apellyasiyasıdır, o sudur, bu sudur. İnsanın biri var deməyə sözü olur. Bir də var sən kəsilərsə, işte belə pısmasın, o süzlə-süzlə gəldin ki, işte da kəsildim də. Başa düşdün. Amma bir də var ki, səni kəssə də, sən haqqıva girsə də, sən ən gözəl şəkildə hazırlaşmısan və özünü bilirsən. İnan o da, onun özü də belə bir şeydir. Və məsələn, mən öz xalam oğlundan deyim. Bir ilə yaxın o Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində inanın dəfələrlə müsahibədən kəsildi də. İndi o nə bilim bir 5 mi deyim, 6 mı deyim, çox da. Axır sonda deyiblər ki, sən yenə gəldin. Sonuncu dəfə o kes. Hə, həqiqətən inanırsınız da. Özü də deyib ki, da bu dəfə də gedirəm, daha gedən deyiləm də. Deyiblər sən Dedilər yenə axırda gəldim. qəbul edin. Keçdilər. Hə, bəli, əlbəttə ki, indi orada işləyir, çox da yaxşı maaş alır. Yəni ona görə belə. Yəni ona görə qarşınıza məqsəd qoyun ki, bir dövlət qulluğunun maaşı da dedim, yəni bilirsiniz ki, normaldır, yaxşıdır. Yəni əziyyət çəksəndə adam yenə bilir ki, bir somsa əziyyətinə dəyər bir şeydir. Amma Bahar Bərxan yaxşı bir sözdür. Uşaqlar mütləq öz üzərinizdə işləyin. İnansız, bir dəqiqə dövr elə dövrdür ki, müəllimədir də, düzdür. Əvvəllər müəlliməyə necə baxırdıq? Hə, səhər saat 8-də gedir, 2-də də qayıdır evinə. Ay, indi elə deyil, nə iki? Bizə saat 2-yə qədər notebook, telefon, nə bilim, kitab, dəftər. Yəqin bilirsiniz müəllimlərin sertifikasiyası, MİQi, diaqnostiki. Müəllimlər də 5-3 ildən bir imtahan verirlər. İmtahana yəni bir də bilirsiz müəllim imtahandan keçməyəndə nə qədər müəllimin işinə xitam verilib. Yəqin ki bilirsiniz də, yəni xəbəriniz var da. Heç Müəllimin gözlərim Yəni çəkinirmiş. həqiqətən indi bir dəqiqə bilirsiz necədir? Çətindir, düzdür. Amma əvvəllər o şeylər var idi da. Düz indi də var hardasa. Amma getdikcə azalır. İndi həqiqətən insan özünə güvənib addım atmalıdır. İnsan özünə güvənib nə isə eləməlidir. Bu dəqiqə dövr zamanı onu tələb edir. Bilirsiz nəyə tələb eləyir? Durmadan öz üzərində işlə. Həqiqətən durmadan öz üzərində işlə. Ya məsələn mən müəlliməyəm də indi yayda məsələn istirahət eləyə bilərəm də. İnan o qədər təlimlərə filan qatılıram. Çünki sentyabr gəlir, o qədər insandan tələblər istəyirlər ki, bir də bilirsiz necə? Baxır ki, sən o tələbləri ödəyə bilmirsənsə, bir müddət sonra o sistemin kənarında qalırsan, çölündə qalırsan. Həqiqətən. Bir müddətdən sonra artıq səni heç kim istəmir. Amma görəndə ki, sən bunu bacarırsan, nəsə eləyə bilirsən, ortaya nəsə qoya bilirsənsə, hə, zaten olsa yolun da açılır. Bir də keçən dəfə də demişdim. Dövlət qulluğuna hazırlaşırsınız. İtirəcəyiniz bir şey yoxdur. Mənim bir tələbəm var idi. Səhifədə də var. Prosta indi deyir ki, müəllimə DİM-də işləyir, baş məsləhətçisidir Dövlət İmtahan Mərkəzində. Çox da savadlı qız idi, çox da qəşəng bal toplamışdı. 93 bal toplamışdı BA üzrə. Həm BA sertifikatı var idi, həm də BB sertifikatı var idi. Savadlı da qız idi, həqiqətən. O qədər çalışqan qız idi ki. Və onda deyim ki, evli idi, övladı da var idi. Bəzən deyirik, oxuya bilmirik, eləmirik. Düzdür, çətindir, amma mümkünsüz deyil. Bir də evdə yəni xəstə bir qaynanası var idi, ona da baxırdı. Çox çətin bir vəziyyətdə hazırlaşdı. Nəysə, müsahibəyə hazırlaşdığı bir vaxtda Dövlət İmtahan Mərkəzi o vakansiyalar çıxarır. Təsadüfən də CV atdım, qəbul elədilər. Dövlət qulluğunda verdiyi fənlərdən ona imtahan verdim. Hal-hazırda indi Dövlət İmtahan Mərkəzində işləyir. Bəzən sağ olsun imtahan vaxtlarını filan belə əvəz edən belə deyir ki, müəllimə bax bu vaxtda salacaqlarsa. İndi orada işləyir. Normal da yaxşı da maaş alır. 2000-ə yaxın filan maaş alır. Belə deyim. Dövlət qulluğunda verdiyi fənlərdən özü deyir. Deyir müəllimə bunu tələbələrinizə deyin ki, düşünməsinlər ki, oxuduqlarımız havaya gedir. Deyir mən dövlət qulluğunda nə oxumuşdumsa, Azərbaycan dilində deyir hansı tiplidir suallardan deyir siz bizi yönləndirdinizsə, inan ki deyir müəllimə deyir getdim deyir orada da deyir o sualları verdim imtahan. Yəni sadəcə dövlət qulluğu, düzü dövlət qulluğu hə məqsədinizdir. Yəni baxın, araşdırın, başqa yerdə, başqa fürsətlərdə dəyərləndirin. Qabağınıza çıxan başqa fürsətlərlə də maraqlanın. Yəni sən burada öyrəndiyinizdən çalışın düzgün şəkildə istifadə etməyi də bacarın. Yəni dövlət qulluğu alana qədər bəlkə sizə başqa yerdə daha gözəl bir iş təklif elədilər. Məsələn, inanın ki, o maaşı dövlət qulluğundan da yaxşıdır. İş sistemi də yaxşıdır dövlət qulluğuna. Deyirəm dövlət qulluğuna da yenidən qayıtmaq istəyirsən, deyir müəllimə, hə, yəni fikrim də var, qayıda da bilərəm, yəni. Bir də orada getdi, maşallah, bacarıqlı da qız da bu arada. İnan oradan da ona başqa yerdən iş təklifləri gəldi. Özü əvvəllər Bakı Dövlət Universitetinin sabah qruplarına dərs deyirdi. Orada tutor kimi işləyirdi, üzr istəyirəm. Belə-belə, maşallah, yəni deyək də belə deyək. Yəni, bacarıqlı insandır, bacarır,
Allah da ona yol açsın. Yəni ona görə Təcrübəsi var idi müəllimə gedəndə ora. yox, Yox. heç bir təcrübəsi yox idi Məlikə. Dövlət İmtahan Mərkəzində xeyr, yox idi. Məndə məsəl üçün təcrübə olmadığına görə hara getsən təcrübə istəyir də. Ona görə ən asan variantı belə deyim, bu yolla girmək istədim də dövlət qulluğu ilə. Ona görə başqa Olur, yerlərə bildim, belə girsən az maaşdır. bildim Məlikə. Götürmürlər. Bildim. Çalış. Yəni dövlət qulluğunu seçmisənsə, qabağına bir məqsəd kimi qoymusan, ha bu yolda irəlilə. Bu yolda gedin. Yəni bu İnşallah. yolda belə deyim də irəli. Bir də biz siz necə uşaqlar, o qıraqdan deyilən o qədər insana sözlər deyirlər ki, hazırlaşma, girmə. Bir də bizim mentalitet elədir ki, insanların biraz həvəsini tez qırırlar da. Bir müqayisə məsələsi var bizdə. O girdi sən qaldın, bu elədi sən qaldın, bu oxudu sən qaldın. Həyatda heç kim bilməməlidir. Təbii ki, elədiniz həqiqətən deyirəm. Heç kimi heç nəyə Heç kim deməyin. bilmirəm. İndi hal-hazırda bilmirəm. Bilməməlidir. Yaxınlarınızdan belə pis mənada yox ha. Quranda da var ya, deyir ki, bir şey alınmayana qədər onu heç kimlə bölüşməyin. Həqiqətən. Alınmayana qədər heç kimlə bölüşməyin. O deyir, onun sehri qaçır. Yəni söhbət göz nəzərdən, göz nəzəri var öz yerində, o heç öz yerində. Amma göz nəzərdən başqa da sehr var ha. Onun sehri də o həqiqətən elə bil qaçır. Alınsın, işə mi girəcəksiniz? Əmriniz verilsin. Böyük bir şeyə mi hazırlaşırsınız? Alınsın. Ondan sonra yəni bölüşmək üçün tələsməyin. Həqiqətən, yəni ona da diqqət edin. Bir də işə mi girdiniz, imtahana mı hazırlaşırsınız? Bacardığınız qədər gizlədin. Alınana qədər həqiqətən deyirəm mən bunu sizə. Gizlədin Elədim, yəni, deməyin həqiqətən. Belə iradəli olun, davamlı olun. Bir də siz necə disiplinli və davamlılığı davam elətdirin. O qədər internetdə görürük bu motivasiya cümlələri insanlara deyilir. Bizdə şərti var. Davamlılıq və disiplin. Nə olursa olsun. Ola bilər, bu gün xəstələnə bilərsən, bu gün başın ağrıyar, bu gün hava isti olar, bu gün gəzməyə getmək istəyərsən, toya getmək istəyərsən, ad günü bezə bilərsən, yorula bilərsən. Əziyyətim havaya getdi deyə bilərsən. Deyirik də, hamımız deyirik. Mən də deyirəm, gündə 5 dəfə deyirəm. Amma disiplinini, davamlılıq şərtdir. Yəni nə olursa olsun qoymayın onun kənara. Hə ola bilər, yox bir gün başınız ağrıdı, amma sabahsı gün davam eləyin, mütləq ona davam eləyin. Yəni öz üzəriniz ancaq biz siz necə? Yolu formulu budur. Durmadan, dayanmadan öz üzərinizdə işləyirsiniz. Bu dəqiqə müasir dövrün, dünyanın, yəni tələb odur. Çalışın, öyrənin, öz üzərinizdə işləyin. Mütləq dərəcədə. Sistem bu dəqiqə biz siz necədir uşaqlar? Zəiflər zaten sıradan çıxır. Zəif sıradan çıxandan sonra ortaya. Ən güclü olmalısan. Qalmaq üçün ən güclü. Hər cəhətdən ən güclü. Yəni iradə cəhətdən də, psixoloji cəhətdən də, mental cəhətdən də, beyin cəhətdən də, hər cəhətdən ən güclü. O Covid gələndə fikir verdinizmi? Belə də şey kimi çıxması, zəiflər getdi də. İmmuniteti zəif olan insanlar neyinə də tab gətirə bilmədi. Qalan kimlər oldu? Ən güclülər. İmmuniteti ən güclü, ən dayanıqlılar qaldı da, düzdürmü? Hətta immunitetimizi belə deyim ki, onda sınadıq da hamımız. Heç bəlkə də immunitetimizin bu qədər güclü olduğunu fərqində değildi. Qıraqdan baxırdıq, bu insan necə rəhmətə getdi? Oldu da hamımızın ətrafında, indi Allah rəhmət eləsin onlara da. Qıraqdan belə baxırsan ki, belə şey adam, sağlam kimi görsənən insan, yanağı qırmızı adam, Covid olanda gördünüzmü nə oldu? Allah uzaq eləsin. Bir dəqiqə elədi. Sistem elədir ki, ən güclüləri saxlayır. Zəifləri və ortaları ələyir. Zəif, orta, öz üzərində işləməyən, tənbəl, onları ələyir. Şəxsən müəllimlikdə elədir. Bir dənə imtahan oldu uşaqlar, imtahan dalğası. Ən zəifləri aradan qaldırdı. İkinci dalğa gəlir, 2028-də ikinci dalğadır. Ortalar gedəcək. Ən sona ən güclülər qalacaq və ən güclülərlə yola davam eləyəcək. Məsələn, indi pilot layihələr filan eləyirlər. Çox layihələr var da, həyata keçirirlər bir-bir. O qədər islahatlar filan var ki, insan işin içində olanda davamını görə bilir də ki, bunlar nə etmək istəyirlər. O pilot layihələri bilirsiniz kim hazırlayıblar? Ən güclülərə, ən güclü müəllimlərə, ən güclü şagirdlərə, ən dayanıqlıqlara. Yəni sona ən güclülər qalacaq və yola onlarla davam ediləcək. Düzdür, bu biraz da pisdir. İndi zəif nə olsun ki, zəifdir. Bizim sistem belədir ki, zəifə xidmət eləmir. Zəifi aradan çıxarır, sən get. Zəif şagirdə şərait yaratmır, şey eləmir də ancaq.
Bizimki ancaq güclülərlə. O da düzgün deyil də. Bərabərlik prinsipi bəs hara getdi? Amma neyniyək ki, yəni bir dəqiqə gedəcəyimiz yer sistem yəni oradır. Ona görə də neynəməlisiniz? Biraz şey də olsa, ən güclü olmaq üçün əlləşməlisiniz. Həqiqətən öz sahəniz üzrə. Təkcə sahə üzrə yox, belə insan olaraq da, təcrübə olaraq da, mental olaraq da, iradə olaraq da, disiplin olaraq da. Bu dəqiqə sadəcə olaraq tələb odur. Ən güclü olmalısan yola davam eləmək üçün. Belə. Zəif anlarımız olur, təbii ki, hamımızın zəif anları olur, amma zəifi də o necə deyirlər, yəni şey eləməyi balanslaşdırmağı bacarmalısınız. Yəni bu gün beləyəmsə sabah eləyəm, o gün eləyəm. Yoxsa güya hamı səhər yuxudan duran kimi Superman şey olmur ki, mən bu gün hörümçək adamam demir ki, hamımız o olur da. Amma özlərimizdə işləməliyik durmadan. Belə. Getdik. İndi gəlin istəyirsiniz sifətə baxaq. Səhvlərimiz sifət say, bir də əməli yazı idi. Gəlin birinci sifətə baxaq. Varmı sifətdə səhvləriniz? Deyin baxaq. 3. Biri mürəkkəb sifət deyil. Burada cavab B-dir. Niyə? Bax. Sifət özündən sonra nə istəyir? İsim. Enişli yoxuşlu yol. Gəlimli gedimli dünya. Ağzı bağlı adam. Gözü qırpıq adam. Cavab burada B-dir. Tələm tələsik getmək. Çünki B variantı Hərəkət sifət sərət. yox. Bəli. Özündən sonra hərəkət istədi. Ona görə zəifdir. Düzdür. O, Sonra? o bir aspektdən baxmamışdım mən. Hə, tamam. Sonra? Müəllimə 43 zəhmət olmasın. Müəllimə, baxaq da. 7. İki düzəltmə sifətdən yaranan mürəkkəb sifət istəyir. Aha, qəşəng. Getdik. Burada cavab nədir? 7. Sından sınıq, qəbdən qəbli. Hər iki tərəfi necədir? Düzəltmədir. İki düzəltmə sifətdən yaranan mürəkkəb sifətdir. Mən şirini götürmüşdüm. Şirin hər iki tərəfi sadədir axı. Hələ belirli xırdalı sadədir. Düzəltmədir. İridən irili, xırdadan xırdalı. Altıya baxa bilərik belə. Baxaq. İki düzəltmə sifətin köməyi ilə burada cavab B deyilir. İridən irili, li, xırdadan xırdalı. Hər iki tərəfi düzəltmə Variant sifəti. sürüşmüşəm. Hə, bil- Mən də B yazmışam buna görə. tamam. Sonra 20. 20. Baxaq. Nə deyir? Bu sifətlərdən biri ümumi məna qrupunda, yəni mənasına görə biri fərqlənir. Bu da armududur. Niyə? Armudu stəkan. Necə stəkan? Hamısı rəng bildirir. Armudu isə forma bildirir. Bax, bənövşəyi rəng, şabalıdı rəng, sürməyi rəng. Bir də sürməyi rəng də var. Sürməyi rəng tünd rənglə boz rəngin qarışığına deyilir. Məsələn, belə bir şeydir. Bu boz rəngin çalarları var, bax odur. Tünd mavi rəngidir, belə deyim, odur. Armudu isə stəkanın formasıdır. Forma bildirir. Armuddan İnnabı da rəng deməli. Bəli, innabı da innab rəngində olur, o meyvə olur. Novruz Hə, bayramında mənə bir də görürəm. formadır ona görə. Adam boğuru. Və odur. Hə, o da rəngdir. Orada forma armududur. Aydın. Sonra 43 müəllimə. 43. Yoxsa qədər var içində sənəsə? Yoxsa getdi. Ha, bu 23 43. Bunlardan birinin kökü sifətdir. Bu qaydanı deyim. Dilimizdə düz və kök, düz və sıx sifəti həm sifət olur, həm fe'l. Düz və sıx sözü həm sifət olur, həm fe'l olur. Özündən sonra gələn şəkil isə iki cürə yazılıbsa sifətdir. Özündən sonra gələn şəkil isə 4 cürə yazılıbsa fe'ldir. İndi baxaq. Bir də istisna olaraq lıq 4 şəkilçisi, lıq, liç, luq, lük şəkilçisi feillərin üzərinə artırıla bilmir. İndi deyir ki, bunlardan birinin kökü sifətdir. Yəni özündən sonra gələn şəkilçi neçə cürə yazılmalıdır? 2 cürə. Cavab belə nədir? A-dır. Düzdən düzə. Düz sifətdir, düzəl feildir. Müəllimə, Sifətdən nə axı bu da yarandı? Feil. Hə. düzgündə də eyni şeydir də. Düzdən düzgün olmuyor. Düzgün sözü orada feildən sifət yaradır. Düzgün. Çın, cin, çün, gün. Daha doğrusu qın, cin, qun, gün. Düzgün Bir sözü dənə o feildən sözün mənası sifətdir. məni çaşdırdı ki, yəni Niyə düzdən çaşdırır? düz Əlaqə bilsən nədir? Nəyisə düzgün düzmək. Hə, deyirsən ki, düzlə düz mən feili ilə düzgün düzgün. insan mənasında baxıram ona, düzgün yol mənasında baxıram. Fikirləşirəm düz yol, düzgün yol. Yəni ikisi sifətə gedib çıxır axı Bildim. yenə.
Bildim. Amma yox, bax, elə yox. Həm Deməli, burada iki bir cürə misal şəkilçidirsə, deməli sifətdir. feildən. Dörd türdürsə feildir. Bəli. Bir dənə istisna olaraq şəkilçi. Lığlik. Lığlik şəkilçisidir ki, bu şəkilçi feilin yox, sifətin üzərinə atılır. Düzdür, bəli. Tamam, 29 ilə 32. 29. Birincisi. Feildən düzəlmiş sifətlər. Burada B-dir. Güldən güləyən, azmaqdan azğın, coşmaqdan coşqun. Niyə A, D və Y deyil? Çünki A, D, Y də çox bənzəyir. A variantı D və Y feili sifətdir. Düzdür, feili sifət həmişə indi keçməmişik. Feili sifətlə sifət bir-birinə həddən çox bənzəyir. Bunu necə ayıra bilərsən? Feili sifəti inkarda işlədə bilirik, amma sifəti inkarda işlədə bilmirik. Baxılan baxılmayan, danışılan danışılmayan. Sonra D-də, C-də görüləcək, görülməyəcək. D-də baxılası, baxılmayası, görülən, görülməyən. Görsənmi? İnkarda işlədə bilirik. Yazılası, yazılmayası. Amma burada Aydın. cavab nədir? B-dir. Feildən sifətdir. Güldən güləyən, azmaqdan azğın, coşmaqdan coşqun. Aydın, Hı. başa düşdüm. Tamam. Feili Sonra onlar heç feili 30. sifəti çağılma gəlməmiş. Hə, bax feili sifətdir. 32. 32. Düzəltmə sifətləri müəyyən edilir. Gəlin edək. Burada da ütü, ütülü, ot, otsuz. Məsələn, C, Y niyə deyil? C və Y feili sifətdir. Bax, Yenə oxuyan, onda oxumayan, şərh. sonra deyən, deməyən, sonra oxumalı, oxumamalı, aldığı, almadığı. Bunlar Feili inkar sifətçi edilir. inkarda işlənir. Amma sifətdə getmir. Bəli, bəli. Aydın. Müəllimə 45-ə baxa bilərik. Baxaq. 45-ə qədər var şimdisi. 45-dən getdik. Biri ümumi qrammatik mənasına görə digərlərindən fərqlidir. Yəni biri nitq hissəsinə görə digərlərindən fərqlidir demək istəyir. Bu da bizə demək istədiyi budur. Gəlin baxaq. Burada cavab çağdaşdır. Niyə? Hamısı nitq hissəsi kimi isimdir. Çağdaş isə sifətdir. Çağdaş dövr necə dövr? Hamısı nitq hissəsi kimi isimdir. Çağdaş isə Başa düşdüm. sifətdir. Ona görə. 46-ya baxın. 46 da eynidir. Sirdaşı 46 müəllimə, mən sifət sirdaş da isimdir. isimdir. Kim sirdaş? Necə sirdaş yox? Kim sirdaş? Bir də 46 zəhmət olmasa. Hə. Burada da yenə biri qrammatik mənasına görə fərqlidir deyirsə, burada cavab nədir? Yerli. Yenə 46-da da hamısı nitq hissəsi kimi isimdir, amma yerli nitq hissəsi kimi nədir? Sifətdir. Məsələn, deyirsən ki, yerli əhali. Yerli sözü sifətdir uşaqlar. Bunu istəyirsə qeyd edin. Kəndli, şəhərli, məktəbli sözü isimdir. Mən sizə bunu bilirsiniz demişdim. Sonra deyim. Burada deyim. Müəllimə 48. 48 baxaq. İki düzəltmə sifət istəyir. Burada cavab nədir? 7. Evlərindəki. Çünki dakı-dakının olduğu yer nitq hissəsi kimi sifətdir. Həmişə və Mənbəttəy daima. ola bilməz. Bir də daddan dadlı. Daddan dadlı, evlər evlərindəki. Cavab elədi Y. D-də ucaboylu sözü mürəkkəb sifətdir. Ona fikir Hə. verməmişəm etməyək. Hı. Müəllimə, bəs bu həmişəki, bir də qayğılı A bəndi niyə olmur? Qayğılı zərfdə axı. Qayğılı görünürlər necə? Amma həmişəki yox da, elə həmişəkini götürmək olardı da. Olar, olar. Həmişəkini götürə bilərdi. Başa düşdüm. Bir də Sonra müəllimə, ikinci sual. neçə? 50. 50. Baxaq, nə deyir? Hansı cümlə ancaq sifətlərdən ibarətdir? Burada cavab nədir? B-dir. Kəndimizdəki, Bakıdakı, gümrah necə? Düzdürmü? Bunu götürürük. Qoca, indiki, cavan, bir də işgüzar. Cavab belədir B variantı. Kəndimiz Hı. C-də bəs. C-də də D-də sifət. həmin körpələr qocaların sevimlisidir.
C-də həmin sözün bayaqlamış eşitdiyi həmin işarə vəzliyidir. Bildim. O, Bildim. bu, elə belə həmin. Aha, tamam. Sonra deyin buradan. Varsa deyin. Dedim 50'ye kadar idi onsuz. 50 neçə? 50'ye kadar vermişti Seda. Eşitmirəm mümkün. 50'ye kadar vermişdi müəllimə. Onu 50-yə dedim qədər üzürü say. vermişdim. Hə, tamam, yaxşı. Onda getdik o birisinə. Saya gedirik. Bir dəqiqə, saya niyə gedirik ki? Sifətin müqayisə dərəcələrini deyin. Var sifətin müqayisə dərəcələrində. Orada ikidir bir dənə sualım. Baxaq. Çoxaltma dərəcəsində olan sifət hansıdır? Hansıdır burada? Müəllimə tapdım. Tünc çayı götürmüşüm, səhvdir. Dost olma. Hə. Tünc Dost çay, olma. tünc gərək sifətə qoşulsun ki, dərəcə yaratsın da. Hə, çay orada isim də axı. 20 müəllim. 20 baxaq. Bir saniyə, 20-də nədir? Deyir ki, əsasən adi dərəcədə işlənən. Yəni, sadəcə adi dərəcədə olsun, da, digər dərəcələrdə yox. Sonra, doğma, dost doğma 2, çiy, ala çiy 4, 5, yarımçıq, ala yarımçıq 2, 4, 5. Dost doğma, ala yarımçıq, bir də ki, ala çiy. Bax, amma 1, 3, 6 ancaq adi dərəcədə olur. 1, 3, 6-nı ancaq adi dərəcə olur da, başqa heç bir dərəcədə işlədə bilmirsən axı. Bizə nə deyil? Əsasən adi dərəcədə işlənən sifətləri müəyyən et. Aydın müəllim. Tamam. Sonra var başqa burada? Yoxdursa, sifətin isimləşməsi. Deyin buradan. Deyin buradan. Sifətin isimləşməsindən deyin. Yoxdur. 5 müəllimə. 5. 13. 5, 13. Tamam. 5-ə baxaq. Bunu tapa bilmədim yəni. Hə. Nə qədər gördüm. 5-i Bəli, 5. sifət hansı cümlədə isim xüsusiyyətlərini daşıyır? Yəni sifət neyinib, isimləşib, onu demək istəyir bizə. Gözəl görünər, elə cavab A-dır. Yəni demək istəyir ki, gözəl insan bürünər. Bu da mənası satalar sözdür. Gözəl insan görünər, çirkin insan bürünər. Adama deyərlər ki, hər bürünən çirkindir. Bax. İndi burada gözəllə çirkin sözü neyinib? Sifət isimləşib də. Görünər, kim gözəl? Bu bilsən Ayşə mənası nədir? Atalar sözdür. Yəni bu demək istəyir ki, güya ki, gözəl insan görünür, çirkin insan isə neyinir? Bürünür. Mən də belə başa düşürəm. Gözəl görünər. Necə Hə, görünər? Gözəl. bildim. Zərf kimi düşünmüsən. Müəllim, ümumiyyətcə orada belə deyək ki, əgər elə şey kimi verilibsə, gözəl görünər bir şəxs kimi verilibsə də vergül qoyulmalı deyilmi orada? Yox, şəxs kimi demir axı. Mənası bilirsiz nə deməkdir? Yəni demək istəyir ki, bu ki insan özünü gözəl hiss eləyirsə, o Hə. görünəcək. Yəni belə pis çıxmasın. O deyir, yəni görünmək istəyirdi. O deyir mən gözələm, qoy məni hamı görsün. Amma deyir ki, çirkin insan bürünər. Məsələn, əgər bir insan özünü çirkin hiss eləyirsə və ya çirkindirsə, o bürünər. Yəni özünü çox göstərməz ki, mən onsuz da çirkinəm. Yəni bunu şəxs kimi demir. Gözəl insan görünər, çirkin insan bürünər. Burada gözəllə çirkin sözü sifət isimləşib. Aydın. 13-ə Sonra baxdım mən. 13-ə. Elə buradan baxdım, bildiniz nəyi səhv yazmışam. Təhər. Hə, təhər sözü necə yazılacaq? İçi yazdım. İçi. Bəli. Sonra yoxdur buradan başqası. Getdik saya. Deyin saydan. 1, Neçə? 41, 41. Sayda 41-ə baxaq. Müəllim, bir dənə zəhmət olmasa 4-ə baxaq. Baxaq. 4-ə baxaq. Üzürü sayarsın. Nə oldu? 4-dən getdik. Bilir sözdə işlənən bilmir, minlərlə. Bax. 5-6 nəfər adam, 20 nəfər adam, 9 nəfər adam, 30 nəfər adam. Amma minlərlə nəfər adam deyə bilmirik axı. Minlərlə orada nədir? Qeyri-müəyyən miqdar sayıdır. Nümərativ sözlə də işlənə bilmir. Aydın müəllim, çox sağ olun. Buyurun. Müəllimə,
Numerativ sözlərdə həmişə nəfər işlənirdi, yoxsa necə? Ne işlənirdi xanım? Numerativ sözlərdə həmişə elə bil sözdən sonra, rəqəmdən sonra nəfər işlənir də, düzdürmü? Nəfər sözü. Normativ sözlər sayla ismin arasında qalan sözlərdir. Aha, yəni nəfər sözü işlənir də, düzdürmü? Bəli, işlənir. Hə. Hı Normativ -hı. sözlərdən sonra nəsə isim işlənir. Aha. Sonra deyin 41. 41. 41'e kadar var. Yoxdur, getdik 41'e. Nədir? Hansı cümlədə say var? Elə cavab A-dır. Beşincilər. İnci nədir? Sıra sayıdır da, düzdürmü? A-dır. Bax, B-dəki neçənci sual əvəzliyidir? Həsən neçənci sırada əyləşib? Neçənci orada sual əvəzliyidir? Müəllimə mən Yəni yeni götürmüşdüm. çox danışmaq Y-dəki çox zərfdir. Çünki feilə aiddir. Onu bildim. Hə, tamam. Sonra Müəllim, bəs burada beşincilər isimləşməyib? isimləşib, amma say isimləşsə də say olaraq qalırdı da bəs. Yəni, o şeydən baxmalıyıq. Hə, say isimləşsə də say. Tamam. Tamam. Sonra deyin buradan. 46-da müəllimə açıq sualdır. Orada mən 2-ni seçmişəm, amma 2 olmamalıdır. 46'ya baxaq görək nə deyir burada. Bir saniyə. Niyə olmamalıdır? Deyir ki, hansı cümlədə say qeyri-müəyyənlik bildirir? Qeyri-müəyyənlik istəyir. Nöqsanları düzəltmək üçün xeyli əmək. Bir olar xeyli əmək. Yaxşı əsər, ikisini də götür. Üçü də götür. Çoxlu kitab. Çoxlu söz orada İsmail'də 1, 2, 3. 2-ni Dörddəki götürürük, hə? hə, yaxşı əsər Hə, oxucuya. mən götürmüşəm, amma test Ay cavabda yox, üzr götürürük. istəyirəm. İkini niyə götürür? 1-i, 3-ü, bizə 5-i. 1, 3, 5. 2 yox. 2-də təsir edir axı mürəkkəb feil, ikisi bir yerdə. Çox feilə aid olduğu üçün zərfdir. Təsir sözünə yox ha. Təsir edir, orada ikisi bir yerdə feil sayılır. Hə, ona Hə, görə. hə, Hə, hə. anladım. Təsirə Çox görə sağ yox. olun. Bu təsir edir, ikisi bir yerdə. Sən Elə təsirə görə 47-də götürmüsən. də 2-ni götürmüşəm, o da götürülməməlidir. Eyni testdə. 2 Müəllim burada deyir, nədir? hə, orada Kömək da etdik kömək burada. etmək feildir. Hı, Orada da çox feilə aid olduğu üçün zərfdir. bildim. Çox sağ olun. müəllim. Buyurun. Başqa var buradan? Deyin, sayda var. Morfoloji xüsusiyyətlərində varmı? Yoxdur. Tamam. Burada bağlayıram. Bir dənə əməli yazımız qaldı da, düzdürmü? Əməli yazı nümunələrinə biz baxmamışıq. Əməli yazını testdən vermişdim də, qrupda var idi. Bəli, Əməli vermisiniz yaz, müəllim. hə, əməli yazının testlərinə, daha doğrusu səhvlərinə gələn dəfə baxarıq. Yaxşı. Keçdi, onu bir dənə saxlayıram. Əməli yazı ilə, bugünkü əvəzliklə, feylə, onlara gələn dərs baxarıq. Bu dərs saxlayıram. Belə. Sağollaşıram uşaqlar. Gecəniz xeyrə, yuxunuz şirin olsun. Allah amanında. Görüşərik. Sağ olun. Gecəniz xeyir. Sağ olun.